Bismillahirrahmanirrahim. Ulu Tanrının adı ve yadı ile beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 421. bölümün Allah'ın adıyla başlayacağım. İnşallah hayırlı olsun milletimize. Geçen programda yadımda değil hangi kitabı okuduk. Yani nəzərimə gəlir ki, Divan-ı Hidayətin üstündə araşdırma aparırdıq və orada mütəvəccüh olduq ki, bu kitabı Divan-ı Hidayəti tərsə, yəni əkslərini salıblar, amma vərəqlərin hamısının üçün bir ədəd qoyublar, 121, ötürüblər bu cüzü kitabın üstünə və təəssüflə səhifələr qatışıqdır. Bunu təşxis verdik. O kitabı üstündə araşdırma aparırdıq ki, mənə bir çox zəruri iş çıxdığından dolayı getdik. Bu günləri bir ayrı kitabı açdırırıq. Hər halda fikirlərim bu kitabı keçən dəfə ilə başlamışdıq oxumağa. O keçənki kitabın əslində belə bir şeyi var idi, yəni vəziyyəti vardı. Bu kitab yenə Divan-ı Hidayətdir, əgər səhv eləmirsəm. Bununla qabaqdakı bir ayrı mərkəzdə, kitabxanada saxlanırdı. Bu da bir ayrı kitabxanada saxlanır. Mən bundan belə ki, onun da adını əlbəttə yazmışdım. Burada dəyişmişdim, fikirlərim. İndi buradan bir də qeysəm dalıya. Kitab-ı Ədvar-ı Liden Əlyazma və fikirlərim o birisin bu Hidayət. Divan-ı Hidayət Chester Beatty. Bəs ehtimalən onu elə götürmüş, qoymuşuq burada kitabların, önəmli kitabların içinə ki, oxunmalıdır. Əgər indi burada tapa bilsək. Topxana. Bu topxanada olan kitabdır və bunun sonuna gəlirik. Mənə belə gəldi ki, bunun adam əvvəldən axırı açsa və axırdan əvvəl açsa, bəlkə kitablar fərq edir. İndi burada axırdan əvvəl açırıq. Bu məncə əvvəldən bu səhifə deyil də, amma belə bir səhifələrlə başlamalıdır. Onu bir axtarmalıyıq. Bu məsələn, burada həm də bir buradan başlayır ehtimalən. Ehtimalən kitabın əvvəli buradan başlayır. Cəlibdir ki, indi burada bir müşküllə rast gəlirik. Mən bunu bu keçən 1-2 gündə ki, təqribən kitab oxumağa məcalım olmadı. Burada belə görürdüm ki, bəlkə bu səhifənin aşağısında o birisi vərəqdən yazır, görsənə, onun üzü ilə eləyə bilək bunun əvvəlin, sonun tapaq. Amma bu görsədir ki, yox, olmayacaq. Çünki biz əmələn elə bu səhifəni görürük, 2 səhifə ki, əks salıb onu görürük. Amma onun arxası nədir, onu görmürük. Bu qutaran səhifədir. Bunu keçən səfə tanışdıq və fikirəm buranı oxurduq ki, mən getmək zorunda qaldım. Və bu çox bir cəlib bir vəziyyət olacaq idi kitabın sonu. Bu birisi səhifəsinə də, 1-2 səhifəyə də baxaq. Görək ki, əcəba bunun əvvəlini tapa bilərik ya yox. Məncə əvvəli ilə o şey olacaq idi. Oradan olacaq idi, amma bu görsənmir. Burada o şeirin başlanğıcını gördük. Burada yenə şeir ehtimalən 4 sətri, yəni 4 misr, 3 misr beyti gəlibdir bu səhifəyə. Ehtimalən bu yarımçılıqdır. O cürsə tapmaq olar. Yəni bu kitabı təbiətən tapıb səhifələri bir-birinin arxasına düzmək ola bilər. Biraz zor olar, amma ola bilər. Məsələn, burada indi biz 2 dənə şeylə qarşı-qarşıya qalmışıq. Miniatüruna. Və kitabın dövrəsində nəqqaşı çəkilibdir bunun arxasına. Amma təəssüflə biz onu, bu 2 dənə miniatürü belə görməmişik. Çünki kitab formatında olmadığı üçün biz bunu görə bilmirik. Hətta burada da bu səhifələr çox gözəl bir vəziyyətdə yenə ayırd edir. Bir də nəzərimə gəlir ki, bu kitabın
Bir səhifə isə ağ, bir vərağı ağ, bir vərağı qırmızıdır. O da bəlkə bizə bir şeirin, məsələn bu səhifəni, əlan burada 2 səhifə görsənir. Bunun son beyti burada 2 yazılıbdır üstdə. Bunun arxası, arxa səhifəsi şeirə ağ olmalıdır. Bu birisinin də 2 beyti bu birisi səhifədə yazılıbdır. O birisi tərəfdə qalanları yazılmalıdır. O səhifədə də qırmızını axtarmalıyıq və beləsilə davam etməliyik. Hər halda fəqət istədim bunu göstərim ki, burada belə bir vəziyyət hakimdir bu kitabda və bu özü bir araşdırma istəyir. Əgər bu vəziyyətdə olsa, amma ən yaxşı və sadə, qolay vəziyyət budur ki, ehtimalən bu da bir nəqqaşidir burada. Əcəba kitabın harası ola bilər? Ortalarıdır. Çünki buradan kitabın ortalarını görürük üstdə ki, bu səhifə ortalardadır. Əksi də bu çox bəlli olur. Amma ən qolay iş budur. Bunu Topqapı Sarayı kitabxanasına müraciət eləyək və orada bunu görək. Bunu bağladım və yenə qeydirik bu kitabımızın içinə. Download və bura. Bugünkü kitabı açırıq. Yəni bugünkü adı Chester Wittidir. O görək ki, bu da aynı odur. Yəni açanda görürük ki, bu da aynı o beləsi görsənir və əlbəttə bunun 11-ci səhifəsi ki, 11 yazılıbdır. Kitabın əvvəlinə bənzir. Yəni ən başdakı səhifəsinə bənzəyə bilir. Bu bir təzhib olaraq bunda görsənə bilir. Ondan sonra səhifələr bu da son səhifəyə bənzir. Çünki kitabın bu tərəfdən əksləri görürük ki, qalır orada. Pəs bu əvvəli və axiri təzhib ilə başlayan bir kitabla üzbəyüzük. Bu səhifə indi ikisi bizə göstərir ki, bu kitaba ya su gəlibdir, mənə belə gəlir ki, su gəlibdir. Bunun su gəldiyi üçün bu təzhibin əksi düşübdür o birisi səhifəyə. Bəzi yerləri, qırağındakı o təzhibin əksləri düşübdür təzhib. Mənə gəlir ki, bu sudan ola bilər. Amma təzhib çox bir güclü vəziyyətdə qalıb. Yəni, bu cür deyil ki, təzhibə bir irad, işgal gəlsin. Bu da yenə kitabın son tərəfinə gedir, orasını görürük. Yəni, yenə burada kitab qatışıb bir-birinə. İndi burada ikinci səfhədə, yəni kitabın birinci səhifəsində və son səhifəsini gördük. İndi burada selamun aleyküm, aleyküm selam. İndi burada kitabın ikinci səhifəsini görürük. Yəni, əlan mən burada belə baxanda nəzərimə gəlir ki, bu görən səhifənin arxa səhifəsi o birinci təzhib səhifədir. Bu səhifə başlanğıc səhifəsidir ki, yenə təzhib ilə, 2 bölüm təzhib ilə olubdur və bir dənə qəzəli şeiri burada yerləşdiribdir. Aşağıda son misrəin, son 2 beytin, 2 misrəin özü bir təzhibin arasına salıb. Yəni 2 dənə təzhib o cüşə ilə, bu cüşədə, sağ cüşə ilə, sol cüşədə nəqqaşlıq olubdur və onun içinə salınıbdır. Əcəba burada, çünki bu kitabı gəlib oxuya bilməyəcəyik, görək ki, burada bir şey yazılıb. Kitabın təzhibin ortasında Divan-ı Əmir Nəmənəullah oxunur. Amma kitabın özü orada yazmışda hidayət, burada hidayət oxunmur. Yəni, əlbəttə nəqqaşiyə qatışıbdır. Ehtimalən burada indi yekətmişəm də çox bəlli olur ki, bu kitab su geçibdir və bunu xərab eləyibdir. Bunu azaldanda daha rahat görsənir, amma o divan sözü görsənmir. Yəni, çox zor. Divan-ı Əmir Məmatullah, belə Məhabullah ola bilər, ya Məmatullah ola bilər, belə bir şey. Belə bir ad görsənir. Bu hidayət deyil, buna hidayət yazıblar, amma burada oradan hidayət çıxmır məncə. Amma yenə kitabın özündə oxuyanda görək ki, bu səfər adı tapa bilirik, yazarı tapa bilirik ya yox. Amma burada bu səfhələri oxuyaq,
Bu səhifədən oxuyaq. Çünki kitabı qeyd edib oxuya bilmirik. Bu səhifələr dağınıq olduğu üçün məcburuq ki, bu səhifənin özündən oxuyaq. Görək bu kitab kimindir? Sonuncu səhifə qətlən bu kitabın deyil. Bunu da beləsi burada görmək olur. İndi ey canı könül mehrünün ilə bu ilahu şeyda. Bəs ehtimalən ayrı cür oxunacaq. Ey canı gönül mehrün ilə valihu şeyda isbatünün üçün kön məkan oldu hüveyda. İndi bu şeir nəzərimə gəlir ki, orada elə bir ki, o hidayətdəkinə bənzətdim biraz. Dil olaraq Cığatay türkcəsinə keçir. Amma görək ki, bunun əlbəttə o kitabı kaş açıb hər səfəsinə baxa biləydik, görəydik ki, əcəba bu təzhibləri orada da var ya yox. Ey canı gönül mehrün ilə valihu şeyda isbatün üçün könü məkan oldu hüveyda hökmünlə sənin sakin olub taxtı əğbər əmrünlə rəvan çərginədir günbədi xəzra. Çərxinə yox, çərginədir. Mən çərx istirdim oxuyum, amma xı yoxdur. Əmrülə rəvan cizginə ola bilər. Cizginədir günbədi xəzra. Sənsən ki olubdur kərəmin amihuma cəhanda. Sənsən ki olubdur kərəmin am cəhanda. Hər xarə verirsən gül o hər xariyə xara. Səndə nə dil o din ilən girlü deyim desəm zar. Səndə nə dil o didə ilən girgü desəm raz. Sər didə və hər dil ilə penhan sən o güya. Ya Rəb ki nə əndişə Ya Rəb ki nə iş düşsə anın əlin tut. Hidayətin əlin tut. Ya Rəb ki nə iş düşsə hidayətinin əlin tut. Səndən budur ol düşməsə ey dost təmənna. Bu kitabın gördüğünüz kimi biraz oxuması zordur. Çünki yazısında çox oxunmur və arxa səfənin su gəldiyi üçün kitabın rəngi bu birisi səfiyyə düşübdür ya da bir-birinə düşüb o tay bu tay. Amma mən arxanı çox görürəm ta üstündə olan rəngləri. Amma bir də burası vardır ki, yəni biraz indi İlahi şükür olsun. İlahi şükür olsun. Bir də burası vardı ki, indi biraz diqqət eləyəndə görürəm bu təzhib olan və çarçivələr ki, çox gözəl bir qızılla çarçivə olubdur. Bunun əksi bu tərəfə düşübdür. Yəni nuxtər kimi orada burada düşüb kitab. Bu da bunu göstərir ki, su gəlibdir, bunun rəngini dəyişdiribdir. Hər halda kitabın başı belə bir şeirlə başlayır, amma mən bunu oxuya bilmədim. Bəs burada Divan-ı Hidayət, yenə biz Divan-ı Hidayətlə əl-ələ veririk, amma burada bir əmir görsənir. Məsələn, əmir Muhit də ola bilər. Əmir Muhitullah məsələn, ya Mühibbullah. Belə bir şey görsənir. İndi bu kamil bunu oxuya bilmir. Amma Hidayət oxuna bilər əcəba ya yox. Kitabı yekəldən də qoymur görsənsin. Bəlkə də hidayətdir. Yəni bu da Hidayətullah amma. Belə bir şey görsənir. İkinci şeiri görək oxuya bilirik ya yox. Seyli sürüşkümü ilə yağış qıldı macəra. Seyli sürüşkümü ilə yağış qıldı macəra. Utanmadı o qətrə dənizdən
zehi həya. Zülfünü aldı gönlü ey dost, dostların mədəd. Zülfünü aldı gönlümü, zülfünü aldı gönlümü ey dostlar mədəd. Kim oldu pir dila, iki zəncirə müftəla. Kim oldu bir dilü, kim oldu bir dilü, iki zəncirə müftəla. Onun zülfüləri ki belə yarın zülfüləri buradan zəncir kimi fırlanıb asılıbdı. Biz qıvırcım deyirdik, indi fer deyirlər. Onları iki dana zəncir bəsləri ki, bir dana ürək o iki zəncirə bağlanıbdı. Çəkilib zəncirə. Sordum ki, Çin zülfün müşk-i xəta deymək. Sordum ki, Çin zülfünə müşk-i xəta deymək demək. Ya Rəb xəta degülmü gönlül, dedi kim xəta. Dürüst dediyin nə gəlməsə əlindən, mən qarəqib. Görsət dediyin nə gəlibsə əlindən, mən qarəqib. Gər Tanrı qoysa, olmaz isəm, görməyeydim sən qah. Hicran günü hidayət həmdəm olur rəqib. Doğru imiş ki, yavuzə aksun, gönül qəza, degül qəza. Doğru imiş ki, yavuzə aksun, degül qəza. Burada şeir qutarır. İçində hidayəti burada gördük. Ehtimalən bu kitab Hidayət, Divan-ı Hidayət olacaqdır. Bu da adını yazaq burada. Ad Divan-ı Hidayət. Bu ehtimalən o şeylə tanınır çox. Manchester, Chester Beatty. Chester Beatty deyə tanınır. Biz də elə bunu yazaq görək ki, bu Chester Beatty nədir? Chester Beatty. Sonuncu bir ayrı səhifəni açırıq. Kitabın son təzhibi ortaya çıxır. Bu da burada görürük. 4-cü səhifə, 5-ci səhifəni açırıq. Divan-ı Mirhidayətullahi bil Moğuliyyə. Yazıb ki, bu Moğul dilicədir yazıbdır. Beləsi yazıblar. Bunun üstündə o əvvəldə gördüyümüz, burada divanın əvvəldəki şeyini görürük. Calibdir. Kitabın yap birinci səhifəsində yenə təzəşdən bu kitabdan bir əks vardı. Birinci səhifə ağdır. Su gəldiyi üçün ikinci səhifənin təzhibi birinci səhifəyə düşüb birazı qıraqlardan, ortası yox. Ortasının keyfiyyəti, rəhləri çox yaxşıdır. Amma qıraqda bir saçaq kimi bir şey hörüblər əksin dövrəsinə. O keyfiyyəti ehtimalən az olduğu üçün onun rəngi çıxıbdır. Amma şeyin orta əsli təzhibin rəngi çox güclü olduğu üçün qalıbdır. Amma burada hidayət oxunur. Bil Moğuliyyə əlbəttə yazıbdır. Bu Moğul deyil. Nədənisə Moğul yazıblar. Kitabın ortasında bir yazılar var yenə, amma oxunmur. Yəni bu təzhibin ortasında dairənin içində nəqqaşilərin üstündə, yəni arxa nəqqaşı da onların üstündə o nəqqaşı rənginə yaxın bir rənglə məsələn o deyək qızılıdır, bu da bir ağ kimi krem rəngi ilə deyə bildik ki, onun ortasında bir yazılıb, amma oxunmur təəssüflə. Bu da beləsi. Gedək 5-ci səhifəni açaq. 5-ci səhifədə oxuduğumuz birinci səhifə olacaqdır. Onun arxasıdır. Qətən bu kitab ki, Chester Beatty deyə adlandı indi. Bu Hidayətin kitabı olsa, birinci kitab ki, Topqapı Sarayında saxlanır, ondan çox fərqlidir. Çox fərqlidir. Çünki bunun təzhib şəkli fərqlidir. Yəni şeirlərin
son iki misrası, yəni bir beyti bir-birinin altında yazılıb və qıraqlarında çox fərqli rəngindən rəng olan aynı nəqqaşidir. Əlbəttə aynı təzhibdir, amma çox fərqli rənglənə bilir. Mən indi buna biraz baxanda görürəm ki, bunu biz fərşdə işlərdik. Fərş işləyən zaman bunu işlərdik. O səfəni bağlamasaydıq, bağlasaq da əlbəttə tapa bildik onu. Çox da şey deyil, zor deyil. Bu səhifənin əcəba sor abı deyil. Bunun son beyti ola bilərmi? Onun davamı olsun. Hardan biləcəyik bunu? Onu bilə bilməyəcəyik. Çünki indi məsələn bu 5-ci səfhəni ki oxuyuruq. Bu 5-ci səfhədə əvvəl 2 beyt o birisi şeirdən, qəzəldən gəlib bu səfiyyə. Amma onu necə görə biləcəyik, onu bilmirəm. Görək ki, burada oxuya bilirik. Mərdüm çeşmim kimi yüzümdə sanmək münçəxal. Mərdüm çeşmim kimi yüzümdə sanmək münçəxal. Bad-ı sübh ötmüş durur. Dün gecə müşki əfşan anga. Bu anga sözü o birisi şeirdə bəlkə var idi, baxmadım. Oxusaydıq o vəzni ilə bəlkə eləyə biləydik, bunu təşxis verəydik. Oxi əfqanlərə qılıb gedər hidayət surundan, xansi yaydən göz görür ya Rəbb, mən qurban anga. Burada da yenə hidayətin şeiri olduğunu görə bilirik. Gedək o birisi səhifəsindən bir qəzəldə. Bunun qəzəlləri çox qıssadır. Məmulən 5 beyt görsənir burada. Gedək bu birisi səhifədə bir 5 beyt cində oxuyaq. Səndən nə qəm kimi büt dilcu yetər mana. Səndən nə qəm ki ey büt dilcu yetər mənqa. Aləmdə şadəm ol qəm ilə bu yetər mənqa. Əğyarə yalvarıb yar olub. Əğyarə yar olub mənqa. Cor etdə kimin nədir? İndi burada nöqtəsi keçibdir. Nədir? Kömək kimi yazıbdır, amma kimin nədir? Əğyarə yar olub mənqa cor enində kimin nədir? Qəsdün həlakimi isə bu qayğı yetər mənqa. Xaki rəhün gödüb ne dərəm sərmişki həkim, sərmengi həkim ehtimalən. Xaki rəhün görüb ne dərəm sərmişki həkim ya sərmengi həkim. Göz roşənalığına bu daru yetər mənə. Bu daru yetər mənqa. Gər fikrinin axmağımda isə ey yağış bu gün. Gör yaşımı o yağıma ki bu su yetər mənqa. Baş önün hidayət aksün bəqa bulər. Meydan eşq içində bu cəldü yetər mənqa. Ehtimalən belə bir şeirlə, amma nədən də buna deyiblər Moğoli, onu da mən bilmədim. Ehtimalən bunu sonralar yazıblar. İndi biz bir dənə ayrı beyt ilə qarşılaşırıq. Çünki o birisi beytin şeirin normalda yaxşı bunun əlbəttə şeirlər istəyirəm ki 5 beytdən ibarət olan bir şeirlə qarşılaşırıq, amma burada bir dənə ayrısını görürük ki 7 beytidir. Onun üçün istəyirəm ki bəlkə o birisi səhifədə bir beyt var idi. Bu onun davamıdır. Onu eləyə bilmədim, bu cəsarəti eləyə bilmədim. Eləyəm və deyim. Gedək buradan bir ayrı beyt oxuyaq bu səfər. Ey Türk getdi canu dil və əql din sanga. Fikirlə bu şeiri o birisi kitabda da hidayətdə oxumuşduq.
Ey Türk getdi canı, dil و عقل و din sanqa. Heç dinmədin ki mənimlə, nədir müncədin sanqa. Gönlümdə kin qılıc, gönlümdə kin qılıc da o xunçun olur mudam. Budur dedim şaha, xamu gönlümdə gəmin sanqa. Zülfüngi hin dedim, zülfüngi hin dedim, mangadırsın hata dile. Doğrusu demek olmaz imiş. Doğrusu demek olmaz imiş. Hiç cin ehtimalen ya Çin belə bir şey. Dedim, elə bu şeiri yadıma gəlir ki, o kitabda da beləsi zor oxuduq. Dedim kim, göreydin gedərim tir و xəncərin. Dedim kim, göreydin gedərim tir و xəncərin. Dur dedi, yetərəm ikisindən birin sanqa. Dur dedi, yetirim ikisindən birin sanqa. Derman yox isə dərd ilə məşhur şəhrisən. Yetər hidayət iki cəhanda himən sanqa. Mən himən oxudum, amma hiyən başlamıram nə cür oxuna bilər. Hər halda beləsi bir şeir ilə qarşılaşdıq və axtaranda bunu Google-də bizə dedi ki, bu başqa bu şair tanınmır. Biz əlbəttə bunun hidayət olduğu iki nüsxəni ilə tanışlıq. Biraz kitabın içinə bunun bir çox da bu görsənir ki, zahirən ahar ki vurmuşmuşlar buna, o ahar da yavaş-yavaş aradan getmək üzərədir. Çox bağışlarsınız, bu yavaş-yavaş burada düzdür, günüzdür, amma mənim olduğum yer biraz işığı azaldı. Ona görə bir çırağı yandıraq ki burada kitabda başqa səhifələrə də baxaq. Bu cür baxa-baxa gedək, hərdən də bir səhifəni oxumağa çalışırıq. Burada suyu göstərir. Kitaba su gəlibdir. Hətta bəlkə əsid gəlibdir və kitabın bu tərəfində şeirin içine aparıbdır. Acaba bu o birisi arkadaki miniatürün rəngidir, beləsi düşüb bura. O da bir sualdır ki, məsələn, arkada elə bir su nəqqaşlıq elərlər və o nəqqaşlıq da ya su olmaz bir şey olar. Bu rəngi bu üzdə belə təsir buraxa bilər. Amma onu oxumayacaq. Buradan bir ayrı qəzəl oxuyacaq ki, yenə də 5 beyt ilə yazılmış bir qəzəldir. Ab həyat kim dedilər, odur nəmidir. Ab həyat kim dedilər, odur nəmidir. Yoxsa mənim bu yüzümə ya yüzümgə o daru nəmidir. Davər nəmidir, beləsi oxunur. O davər nəmidir. Zanın seyli kim əsəndə danın ola bilər, zanın ola bilər. Mən indi bunu qaldıram burada. Danın yeli kim əsəndə yetirirdi muhi ya ol zülfü pürxəmi içrə nə çün əsən midir? Ey gül yüzündəki xətt-i səbzün təkindin. Ey gül yüzündəki xətt-i səbzün təkindin. Bir nəsnə isə bir nəsnə kim o parəliyə can bəgən midir? Can
təkən midir? Beləsi oxunur, yox. Biraz bunun oxuması dildən dolayı deyil, xəttdən dolayı mən bunu oxuya bilmirəm. Biraz məsələn xoş xətt yazılıbdır. Umaram inşallah bu birisi səhifədə o miniatürü görək. Bəli, dediyim kimi mənim hədsim buydu ki, bu səhifənin arxasında bir bulaq olacaq, bir ərx olacaq, bir su axacaqdır. Onun nəqqaşısı o üzə düşəcək. Dəqiqən o cür görünür. Burada bir miniatürlə qarşı-qarşıya yox ki, 3 dana cavan, əlbəttə yaşları fərqli, paltarları da fərqli. Amma əmmamələri, başlarındakı böşləri aynı təbəqəni göstərən cavan oturublar. Biri ehtimalən biri saz çalır, bir saz indi neçə simlidir o görsənmir. Və o birisi iki oturubdur, ehtimalən ortadakı yox, o birisi böyük oxuyur, ehtimalən. Görsətdi canım zərinə safi ruzigar, saqisiyəm saq gətür lə'l abdar, rind axtarı cam-ı müsəffadur ey hərif, şərt oldurur ki əldə olə daim ixtiyar. İndi bu iki beyt üstdeydi, şeirin üst tərəfindeydi. Aşağı tərəfində fani cəhəndə hulun manga zorəqi ki xatirüm, bu bəhr qəmdən ol kimi eylən qılır güzar ya güdar. Belə bir şey, çox bir gözəl bir yerdə oturublar bunlar. Məncə bunu adam əgər versə, bir dənə də bunların nökərləri var. O da bu atı, bunların atlarını ehtimalən saxlayır ya da birinin atını saxlayır. Bu da kadrdan eşikdədir. Yəni o adam çox da hesablanmır, amma istir görsəsin ki, belə bir onların da atları çox ciddi bir atları vardı. Üzəngisi bulanı hər şeyini çəkiblər. Boğazının da altında atın bir tüklü bir şey aslanır, qotaz kimi. Bəlkə də qotazdır, bilmirəm. Atın bəzəyi də hər halda. Yəhərin də üstündə yəhər görsənir, amma üstündə bir abı örtük var. Ehtimalən o nədən dolayısa. Çox gözəl, adam bunun əksini sala belə nəzərimə gəldi ki, verək AI-ya və deyək ki, bunu dirilt, bunu canlandır. Bunu işi görəcəyəm. Yəni, bəlkə bunu bizə oxuyar AI və bizə bir yaxçı hərəkət verər. Bu səhifədən yenə bir ayrı nəqqaşı görürük. Əlbəttə ki, aynı səhifədən bir ayrı əks görürük. Bu birisi səhifə oxunmur. Yadımda gəlmir ki, o birisi səhifədə var idi ya yox. Yenə qeydirəm, o birisi səhifəni açıram. Onun əksini salmamışdı. Fəqət bu miniatür olanın əksini salmışdı. Bu birisi nəqşədə isə onun əksini salıbdı. Bu birisi səhifənin üstü örtülü görsənir. Bu da əlbəttə yarımçılıq da kəsilib. Yəni səhifə ortadan üst tərəfi, səhifənin yarıdan üstəsi kəsilib atılıbdır, aşağısı qalır. Bu tərəfdə yazısı yoxdur. Ehtimalən arxasında da yazısı olmayacaqdır bunun. O səhifəni keçdi. İndi bu birisi səhifədə başlayır, amma yenə əcəba bunun arxasında o şeir, səhifə harda oldu, nə oldu, onu görmürük. Burada çox bir calib bir vəziyyət görürük, amma mən təəssüflə bunları tozih verəmirəm. Bunları görmək lazımdır. İndi yenə bir ayrı miniatürlə qarşılaşırıq. Və bu miniatürdən da bir yenə əks saldıq. Bunları da verərik, bunu hərəkətə gətirsin. Çox gözəl. Bu şeir ilə oxunsun. Bu şeirin üstündə xancırı kim seyr edib şul xublərə sultan buyurur. Xancərü kim seyr edib şul xublərə sultan buyurur ehtimalən. Gövdəsin tərk edibən ökücə
burming can bürür. Ey dildir kim? Ey degildir kim? Ağlenmiş felekte engilengiz belə bir şeydir. Engilengiz. Engilengiz belə bir şey oxunur, amma bu nə məniyə gəlir bilmədim. Kim onun qurində gərdun götürüb qalxan bürür. Burada o atı saxlayanları göstərir ki, əlbəttə adamların paltarları aynıdır, amma burada bığları yerindədir. Böhlərində bir az dəyişiklik görsəndi. Birində qılıncı nədənsə belindədir. Və qolunda da bir, əlinin üstündə də bir şikarcaha gedirlər zahirən bir quşu var. Amma bu paltarların, həm paltarlarını çox gözəl çəkiblər, həm də qılıçların, yəni hətta bu ehtimalən adam ki atda deyil, o yəni piyadadır. Bunun qılıncının üstü belə çox gözəl nəqqaşlıq olubdur. Bunların da əlindəki sipərləri, qalxanları, silah yerləri filanlar çox gözəl nəqqaşlıq olubdur. Bu da ciddi bir miniatürdür. Məncə canlanması fikirlərim ki, yaxşı olar. İndi o səfhəni təzaşdan bir də əksini saldı və bu birisi səfhə ilə birləşdirdi. Bu birisi səfhədə gedirik. Şeirlərin modeli dəyişir, əyri yazır, amma dediyim kimi çox belə bir gözəl bir təsvirdə. Nədən isə mənə elə gəlir ki, bu divan ki, hidayətə bağlanıbdır, hidayətin adına bağlanıbdır, çox fərqli bir səfəsi azdır o birisinə görə. Bundan belə ki, nəqqaşisi də çoxdur, yəni miniatürü də çoxdur. Yenə də burada bir ayrı miniatürlə qarşılaşırıq. Məncə miniatürləri canlandırmalıyıq. Bizə onları heç olmasa bir hərəkət vəziyyətində göstərsin bunları. Səfələri son 3 səfə qaldı, onları da açaq və beləliklə bu kitabı burada qutaraq. Bu kitabın son səhifəsində, yəni son səhifələrində yenə bir miniatürlə qarşılaşırıq ki, orada iki mühafizdir ya hər nədir, bu adamın arxasında durublar ki, ehtimalən sultandır və bunun ehtimalən bu bir dana vəzir burada yanında oturub ya bir ağsaqqal kişidir. Biraz az oradan uzaq bir ayrısı qurmac yox, dizi üstə oturubdur bunların hamısı. Amma bir nəfər daha uzaqda oturubdur və beli bizə tərəfdir. Onun da qurması görsənir. O dizi üstə oturmayıbdır. Və son səhifəni bu kitabdan açaq. Kitabın son səhifəsi yazılıbdır. Burada Osmanlı dövründə raic olan bir möhür görsənir. Çox gözəl, amma oxunması təbii ki, mənə zordur. Mən bu möhürləri oxuya bilmirəm. Amma çox gözəl. Son şeiri də oxuyaq bu kitabın bu günləri dəftərim bükək. Nədən bağlarlar o şux dilbənd ağzın? Nədən bağlar ol şux dilbənd ağzın? Nə artıq dedi kim qalır bəndən ağzın? Nə artıq dedi kim qılır bəndən ağzın? Günəşdə olur zərrə amma bölünməz. Günəşdə olur zərrə amma bölünməz. Yüzündə gözütdükcə hərçənd ağzın. Yüzündə gözütdükcə hərçənd ağzın. Gedərkən dil ol kaküli sarudun gün. Gedərkən dil ol kaküli sarudun gün. Dünən bugün xəbər qıldı ləli şəkərxənd ağzın.
Qara xali şul iki qaş arəsində. Qara xali şul iki qaş arəsində. Siyah puşi tək aldı dərbənd ağzın. Hidayət bu bir şeir ilə bəndi qıldın. Hidayət bu bir şeir ilə bənd qıldın. Xurasan o əhli Səmərqənd ağzın. Bənd qıldın, ağızların bağladın, bənd elədin. Hidayət bu bir şeir ilə bənd qıldın. Xurasan o əhli Səmərqənd ağzın. Beləsi deyə bir şeirlə kitab qurtarır və biz son səhifəni gördük. Nəzərimə gəlir ki, bu kitab ondan azdır səhifəsi, amma bu kitabda önəmli olduğu üçün yenə də bunu buradan əgər tapa bilsək, bunu da buradan yenə götürək, kat eləyək və aparaq qoyaq o kitabların içinə ki, istəyirik oxuyaq. Onların içinə qoyaq, bu da beləsi olsun, geçsin. İndi burada bir kitab yazıblar. Hafid Efendi, belə bir Hafid Efendi. Hafid Efendi deyə bir burada bir şey yazıblar. Görək bu bu nədir? Bununla bir tanış olaq. Bu kitab 139 deyə bir nömrə yazıblar bunun üstündə. Bilmirəm nə deməkdir PDF-də, amma aşağıda bu kitabın 76 səhifə olduğu görsənir. Kitabın bir zərrə bunu kiçildim ki, bu burada yer olsun. Əgər eləyə biləm, bunu atcacan yekəldim, çox yaxşı olar. Yekəlmir əlbəttə. Yox, bu 200 bərabər 200 olanda çox olur. Bu da çox olur. Hər halda kitabın çox gözəl bir üzü var, yəni cildi var. Bu cild zahirən göndür. Bu çox işlənib və təqribən cırılıbdır. Yəni belə nəzərə ki, bu kitab çox işlənib, cırılıbdır. Amma bu gönün üstünə bir nəqqaşi ayrı bir kağızda cırıblar, yapışdırıblar bunun üstünə, ciziblər nəqqaşını, yapışdırıblar bunun üstünə və o da cırılıbdır. Onun da dövrədən cırılıb getməyi görürük ki, çox əyri bir vəziyyət düşür. O nəqqaşi də çox gözəl bir nəqqaşidir. İkinci səhifəyə gedirik. Orada bir 129 yazılıblar. Kitabın içinə su gəlmək görsənir. Burada bir nömrələr, bir şeylər də yazıblar. Kütüphanəsi oxunur, amma ehtimalən ola bilər Süleymaniyyə kütüphanəsinin möhrü olsun. Dördüncü səhifədə Əhval-i Qiyamət müsəvvər. Kitabın adı ehtimalən bu olacaqdır. 2. Ad ehtimalən qoyaq qalsın, sonra baxarıq. Sonra bunun bir aşağıda ehtimalən vəqfinaməsi var, çox kiçik. 149 deyə bir nömrəsi vardı. Hədallahül əl-maliki. Belə bir şey də burada görsənir. Sonra gəlib bunu oxumağa çalışarıq. Kitabın birinci əsli səhifəsinə gəlirik. Yəni oradakı kitabın çox bir ciddi kitabdır. Yəni bunu deyək ki, bu kitab çox ciddi, çox qədimi. Bunu kitabın dövrəsində görürük ki, çox işlənən bir kitabdır. Beləsi deyim, qədimi deməyim, çox qədimi deyil. Çox işlənən bir kitabdır. Dövrəsi təqribən səfələr çürümək halındadır. Kitabın içinə, ortasına, yəni şirazəsinə su gəlibdir. O görsənir, qıraqları əyilib, bükülüb, o da görsənir. Kitabın yazının dövrəsinə çarçıvə ciziblər, 2 xəttinə yarım santimetr arası, bəlkə də az 2 millimetr ya 3 millimetr arı ilə 2 cizgi qoyublar. Bunun için qızılla rəhləyiblər. Birinci səhifənin başlığında 2-3 yerə bölüblər, bir-birlərindən ayırıblar və bu heç bir kitabda bunu görməmişəm, bu cür bir nəqqaşı. Onu da yenə içində çox qızılla rəhlənib, ehtimalən kitabın adı bu qızılın içində bir yerdə olacaq, amma burada görsənmir. Və demək olur ki, ehtimalən bu kitab qızılla bunun dövrəsi düzəlibdir.
İkinci səhifədə o qızıl yoxdur da. O qızıl gedibdi, yerinə bir rəh gəlibdi. Kitab kitab burada türkü olmağını görürük. Amma çox bir özəl kitabdır. Çox mühüm kitabdır. Bilirsiniz ki, onlar için bir yuxarı səviyyədə kitab yazırlar bir dildə. O dilin səslərini yazmırlar. Ərəb türk əlifbasında ya türk ərəb əlifbasında onu yazmırlar. Çünki deyir bu kitabı oxuyan bir türk dilində dərin savada sahibdir, gəlib bunu oxuyur. Ehtiyacı yoxdur buna səs qoyan. Amma bu kitab bununla belə ki, nəzərə gəlir uzmanlıq bir kitabıdır. Uzmanlıq sahədə yazılıbdır. Kəlmələrin tək-təkinin üstündəki tək-tək hərflərin səsini qoyubdur. Bu da bizə deyir ki, bu kitab hangi dövrədə, hangi torpaqda, hangi zamanda yazılıbsa, çalışıb ki, o zaman o elmi dilin yazılışın və oxunuşda səsləri nə cür çıxacaqdır, hərflərin onu bizə öyrətsin. Bəzi kəlmələr qırmızıdır, yəni e'rab qoyubdur. Beləsi desəm, xülasə e'rab qoyubdur türkü yazının üstünə. Bəzi kəlmələr ki, önəmlidir ya ayrıcıdır, ayrıcı kəlmələri qırmızı ilə yazılıbdır, qalan qərə ilə yazılıbdır. Beləsi davam edir. Çünki vərəqlərə nömrə qoymayıbdır. Hər vərəqin sonunda, yəni iki üzü var, ikinci tərəfindəki sonudur vərəqin. O birisi vərəq hangi kəlmə ilə başlayacaq, onu yazıbdır. Bu da bizə kitabın əgər vərəqi cırılsa, onu bizə göstərəcək ki, hangisi şey olubdur. Kitab dedik ki 76 səhifə görsənir, amma burada baxanda görürük ki, hər PDF-in hər səhifəsində kitabdan 2 dənə əksi qoyublar. Bu da bunu deməkdir ki, bu kitab 150 hardasa 152 bir səhifə ilə bir qarşı-qarşıya oluruq bir kitabla. Ərəbcəndə aynı yenə türkcə e'rablarını qoyubdur. Bir dənə gözəl miniatürlə rastlaşırıq bunun 9-cu səhifəsində. İndi burada əcəba səhifəni doğrayıblar, götürüblər, yoxsa bir ayrı kağızlı qoyublar bura arasına. Onun əksini burada salıblar. Bəli, bir ayrı kağızmış qoyublar bunun burasına. Üstündə ehtimalən oxurmuşlar. Bu kağızı qoyublar bunun arasına, bilsinlər haracan oxuyublar. Elə burada da kitabda əks salanda onu orada əksini qoyublar. Çox əmanəti gözləyiblər. Sonra onu qeytəriblər, onu da əksini salıblar ki, bax bu yazıda, kağızda yoxdur. Sonra kitabın davamını göstərir. Çox burada yenə də ehtimalən bir bəli miniatürlə tanış olacaq. Çünki əksi burada dalısında, səhifənin dalısına düşübdür, görsənir. Burada bir miniatürlə qarşıya yox. Mən yenə bu miniatürdən əks aldım. Əgər eləyə bilsəm bunları dirildərəm. Bir hərəkət verər. Davam edirik. Bir ayrı miniatür görürük. Burada da ehtimalən savaşa gedirlər. Və əlbəttə ki, bunun eşcək minibdir. At əvəzinə. Bəlkə də atdır, bilmirəm. Qatırdır. Çünki birinin atı var, bəllidir. O gözəl bir atdır. Amma bu at qırmızı bir at olaraq qarşısında da bir adam vardı. Bunun da ağzı, burnu yaxşı görsənmir əlbəttə. Yenə burada bir kağız qoyublar oxumaqdan ötürü. Onu da gördük. Bunu da əksini salaq, bunu miniatürdən diriltməyə yaxşı olar. Burada bir ayrı miniatür görürük. Bu cəlibdir. Ehtimalən burada çobanlar bu qədim bir paltar giyirdilər şeydən, nəmətdən. Çobanlar yağış kimi bir şey giyirlər, yağışdan zaten qorusun. Ehtimalən o cür bir paltar giyiblər burada adamlar, amma savaş savaş imkanları da əllərində var ya da şikargah imkanları vardı. Belə bir şey göstərir. Yenə burada bir kağız qoyublar kitabı oxumaqdan ötürü. Kitabın qırağının cırılıbdır. Onu yapışdırmağın da əksini görürük ki, bir ayrı kağızla yapışdırıblar. Bu birisi səhifəyə gələndə burada da bir dənə əlbəttə burada əks qəşəng düşməyibdir. Yəni əks salanda ehtimalən burada bunu bəzəyiblər, ondan dolayı əks qəşəng düşməyibdir. Ehtimalən bir adamdır, başı adamdır. Bir boynuzu var qızıldan. Uzun boynu var. Əli insan əlidir. Və ayaqları, 4 ayağı var və ayaqları keçi ayağıdır. Amma bu keçi deyil. Çünki bunun qanatları var 2 dənə. Özünün rəngi xallı bir
Deyək ki, məsələn, həvai rəngdə bir heyvandır, amma qanadları abi, qırmızı və narinci rəngdə bir heyvanla rastlaşırıq. Bu da bir Gene burada bir ayrı kağız koyublar kitabın ortasına. Onun da bu tərəfində gene bir iddə adamlar oturublar və bunların başı üstündə mələklər. Ehtimalən o sağ-soldakı mələkləri çəkməyə çalışıblar. Bu da beləsi bir gene bu səhifənin arxasında bir kağız qoyublar və bunu ehtimalən bu kağızlar indi mənə belə gəlir. Yəni bu neçə yerdə bu kağızları gördük, ağ kağızları gördük iki səhifənin arasında. Mənə belə gəlir ki, bu miniatürlərin yanında qoyulubdur ki, bu miniatürlərin rəngi bu birisi səhifəyə düşməsin. Mənə belə gəldi. İndi burada Suri İsrafili görə bilirik. Ehtimalən kitabın adı Qiyamət olduğu üçün də buradan bunu görə bilirik ki, bu Suri İsrafil çalınacaqdır. Bir insandır. İnsan şəklində başında tacı var və iki böyük şəhpər qanadları var deyək. Çox əla geyinib. Bəli, mən indi buna inandım ki, hər miniatürün yanına bir kağız qoyurlar kitabın ortasına ki, bunun rəngi o birisi tərəfə yayılmasın ya dəyməsin hətta. Gene də burada bu bir ayrı miniatürlə qarşılaşırıq. Gene də aynı kimi bir ayrı miniatür. Burada da ehtimalən indi Həzrəti Muhammed sallallahu aleyhi və səlləm o düldül dediyimiz heyvandır ya, hər nədir, o heyvan ki ondan Allahın huzuruna çıxmağa gedirdi, o canlıdır ya qeyri canlıdır, onu heç kəs bilmir nədir, bənzədirlər. Burada da onu bənzədibdir, yəni xeyri o zaman sənaye, sənət, teknoloji bilmədiyi üçün bunu bənzədiblər bir ata. Amma başı adamdır, başında da tacı var və Həzrəti Məhəmməd onun üstündədir. Onun başından bir nurlar gedir göyə, firiştələr də hər tərəfdən gəliblər, onun başına dolanırlar dövrəsində və çalırlar, oxurlar, bir şeylər paylayırlar. Belə bir şey görünür. Çox ciddi bir burada bir ayrı nəqqaşı ilə qarşılaşırıq. Nəzərə gəlir ki, göydə gün nəqqaşı olunubdur. Bir gözü var, bir ağzı, o birisilər dəyib bir-birinə. Ehtimalə bu qiyamətdə hər şey dəyir bir-birinə. Ona əlamət edir. Torpağın içində adamları göstərir ki, hamısının orada burada bəzisinin başında bir papaq kimi bir şey var, amma qalanları hamısı bir-birinin içində başlar görsənir, bədənlər görsənmir. Belə bir nəqqaşı ilə də burada miniatürlə burada tanışlaşırıq. Rəhsiz miniatürdir. İndi bu bir iki səhifədə çox fərqli bir miniatürlər görürük. Ehtimalən bunlar da behiştin ya Allahın huzurunda olan şeylərdirlər, mələklərdirlər. Bir iddəsi səcdə edir, bir iddəsi dua edir, əl-ayaq üstə durublar, oturublar hərəsi. Yəni bir vəziyyətdə burada 4 rədif miniatür çəkilibdir. Sonra bu birisi səhifədə ehtimalən kitabın 47-ci səhifəsində ehtimal deyil. Yenə bir ayrı miniatür görürük. Bu da ehtimalən Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmin əksi çəkiləcəkdir ki, oturubdur bir səndəl üstündə. İndi buna mənbər deyirlər məsələn. 3 nəfər sağ tərəfdə oturub, 3 nəfər sol tərəfdə oturub, 3 nəfər də ön tərəfdə oturub, amma onlar hərəsi bir tərəfə baxır. Bu da bir miniatürdir. Bunu görürük və burada indi cəhənnəmi ehtimalən görürük ki, cəhənnəmin əzab verənlərin görürük ki, qırmızı çəkiblər və bunlar ölüləri ki, ağdırlar və lütdülər. Bunları salır odun içinə, onlar bir iddədə onun içində yadırlar. Bir də bu odun içində bir əjdaha var. Əlbəttə burada indi 2 nəfərdir zahirən bunları cəhənnəmə salanlar. Biri yaşıldır, biri qırmızıdır. Beləsi adamları alıblar qucaqlarına, salırlar bu cəhənnəmə. Cəhənnəm oduna. Burada indi bir ayrı miniatür görürük ki,
insanlar burada günün altında indi əllərində nami əmalların tutublar, nə ediblər? Belə bir şey də burada görünür. Burada indi ehtimalən da 5 cəhənnəmin içi olacaqdı. 5 ya da ki 5 indiki dünyadır, bu dünyadır. Miniatürü görsənir, adamlar, xiyaban, bir xiyaban görsənir, evlər görsənir və adamlar burada iki tək bir işlər görürlər. Nədir? Amma bilinmir. Burada yenə cəhənnəmə gedirik. Cəhənnəmin miniatürünü görürük ki, yenə də bir qırmızı, məsələn, cəhənnəm şeyi, bir dənə canavarlardır, heyvanlardır, başlayıb bu adamları, ölüləri yeyirlər, yəni. Belə bir şey. Və kitab sonunda qurtarır. Bunun son səhifəsi də elə burada olur, qurtarır. Gedək kitabın əvvəlindən. Kitabın sonunda Süleymaniyənin möhrü görsənəcək, amma arxadadır. Onun da əksini salmadığı üçün görənmirik. Qeydirik kitabın ən başından bu kitabı oxumağa çalışaq. Görək ki, nədir? Əhvali qiyamət müsəvvər. Kitabın adı budur. Mən də bunun adını yazdım. Kitabın adı Əhvali qiyamət müsəvvər. Həda mimma vəqəfət və səmməmət ilə kütübi Həzrətil Əhəd əleyhi rəhmə. Həzrəti Əhməd də ola bilər. Əhəd diyor. Həzrəti Əhəd əleyhi rəhmə beşrudihi və əba əl-əsri Məhəmməd haqqında əl-Vaqif. Belə bir şey yazılıbdır. Hədallah əl-Maliki əf'alimiz əbdühü Məhəmməd Haqqid İbni Am. Belə Asir, İbni Asirdir, İbni Amdir. Belə bir şey yazılıbdır. Gedək kitabın içindən oxuyaq. Bu önəmli kitab, görək nə haqqdadır. Elhamdülillahi əla ma ənəməllahu və əlləmna minət təfsiri ma ləm ya'ləm və səlatu əla rəsulihil münzəli əleyhil ayatu və zikril həkim və əla ali Seyyidina Muhammedin və əla uladi Seyyidina Muhammedin və əla əshab Seyyidina Muhammedin və əla əzvac Seyyidina Muhammedin və əla zürriyyat Seyyidina Muhammedin və barik və səllim əleyhi və rəziyallahu təbarəkə və teala ən sadat əshab Resulullah və ənna əcməyin. Və bə'dü. Buradan ərəbcə yazdı, duasını elədi və bə'dü. Bundan sonra bilin ki, bu kitabə Əhvali Qiyamət deyə ad verdik. Kitabın adı Əhvali Qiyamətdir. Bəs elə bu müsəvvər burada o kitabın adı deyil. Bəlkə nəqqaşlı olduğu üçün əlavə eləyiblər. Amma kitabın adı nədir? Əhvali Qiyamət. Ad verdik. Ta kim əzizlər və sadiqlər bundan yana qulaq tutalar və eşidənlərə rəğbət düşər. Zira kim bu kitab 36 bab eylədim. Bu kitabı 36 bab eylədim və hər babində neçə dürlü xasiyyətlər və qaidə ilə bəyan müsənnifi ilə yazan dua ilə unutmaya, unutmayalar inşallah Teala minəl baliğinə və bə'dəhu bülün kim ya da bülün kim. Əvvəlki bab. Ay və günəş və yıldızlar sifətin bəyan edər. İkinci bab. Tövbə qapısı sifətin bəyan edər. Üçüncü bab. Dəccal sifətin bəyan edər. Dördüncü bab. Dəccal eşşəgi sifətin bəyan edər. Beşinci bab. İsa Peyğəmbər əleyhissalam sifətin bəyan edər. Altıncı bab. Yəcuc və Məcuc
sifətin bəyan edər 7-ci bab. Dabbətül ərz sifətin bəyan edər 8-ci bab. Firiştələr adəmlər üçün ağlaşdığı sifətin bəyan edər 9-cu bab. İsrafil dövrəsi sifətin bəyan edər 10-cu bab. Məlikül Mevt kəndü canın aldığı sifətin bəyan edər. Burada cəlibdir ki, Məlikül Mevt özünü öldürəcək. Yəni o şey ki, İslamda haramdır, onu eləyəcəkdir. 11-ci bab. Yerlər üsüz qaldığı sifətin bəyan edər 12-ci bab. Yerü gök tütünlə dolduğu sifətin bəyan edər. Tütün də ki, bu günləri deyilir, sigarada içmək filan. O tütün bu tüstü anlamındadır türkçədə. Ona görə də ona tütün deyiblər. Yəni belə nəzərə gəlir ki, tütün yəni indi biz bu zaman, bu günlərdə biz tütün deyəndə bir yarpaq nəzərə gəlir ki, ondan bir şey düzəldirlər. İnsanlar onu yandırırlar və nəfəs çəkirlər onunla, onu ağızlarına qoyub nəfəs çəkirlər, qarınların onunla doldururlar, ciyərlərini onunla doldurur və sonra onu püfürlər eşiyə. Amma əslində görünür ki, bu tüstü anlamındadır ki, Türkiyədə indi duman da deyirlər buna. Biz buna tüstü deyirik. Tütün, tüstü. Bu aynı sözdən olacaqdır. Tütün burada o anlamdadır. Çünki deyir 12-ci bab yeri gök tütünlə dolduğu, tüstü ilə dolduğu sifətin bəyan edər. 13-cü bab mücərrəd-i süvər-i sifətin bəyan edər. Mücərrəd-i süvər adamların üzləri ya canları başdan ayağa görüntü desək süvər daha yaxşıdır. Mücərrəd-i süvər-i sifətin bəyan edər. Hətta mücərrəd deyəndə, yəni məsələn belə nəzərə gəlir ki, biz insanlığın kölgəsiyik. İnsanlıq bir ayrı aləmdə yaşır. Biz onun kölgəsiyik. O mücərrəddir. Yəni mücərrəd nə demək? Yəni ki, maddi cismi yoxdur. Biz maddi bir cismiq, maddi bir varlığıq. Yəni bizim əlimiz, tutmaq olur, gözümüz falan. Bunlar hamısı öləndə də bunlar gedib torpağın altında yox olur. Doğulanda bu çox, doğulmamışdan öncə çox yoxuq. Doğulanda da, yəni ana qarnında da təşkil tapanda bir iki dənə mikroskopik bir şey bir-birinə yapışır və onlar bir-birində içində bölünməklə onların da hərəsinin içində milyardlar hökm fərman olduğu üçün bu bölündükcə mən indi burada damar olacağam, burada ət olacağam, burada sümük olacağam, burada nə bilim tük olacağam, burada dırnaq olacağam, burada göz olacağam, burada qaş olacağam, burada burun olacağam, burada ağız olacağam, burada dodaq olacağam, burada qulaq olacağam. Bunlar onun içində yaşır. Biz belə bir insanıq və bu da dəyişir. Bu mücərrəd deyil, bu maddi və hiss ola biləcək bir varlıqdır. Amma mücərrəd süvəri deyəndə, yəni ki, belə təsəvvür olunmuş ki, biz bir ayrı aləmdə əql kimi, əql bir mücərrəd bir varlıqdır, maddi deyil, bir ayrı yerdə vardır, biz də ondan bir pay almışıq, hər kəsənin payına bir şey düşübdür. Belə görünür. O, mücərrəd surət dediği də budur. Bir ayrı aləmdə bizim əslimiz var, biz onların kölgəsiyik, onlar bizim maddi deyirlər, biz maddiyik. Beləsi bir təsəvvür var, onu deyir. 15-ci bab Mərqəd-i Şərifi Həzrəti Muhammed Əl-Mustafa sallallahu aleyhi və səlləm məhşərdə xuruc etməsi sifətin bəyan edər. Burada da Həzrəti Muhammed qəbirdən necə çıxacaqdır, onu deyəcəkdir. 16-cı bab xəlayiqlər məqbərədən qopasi sifətin bəyan edər. Adamlar necə elə bir şey yapışıblar bir şeyə, çəkib onu qopardacaqlar o qəbirdən. Bu calibdir, çox gözəl bir təsəvvür verir. Xəlayiqlər məqbərədən qopasi sifətin bəyan edər. 17-ci 4 yerdə süvəri hesab sifətin bəyan edər. 4 yerdə
hesaba yetişəcəklər, hesab kitaba yetişəcəklər. Onun süvəri, qeyri-maddi yenə də ehtimalən indi nə deməkdir? Əlbəttə bunları orada oxumalıyıq. Bu mənim zehnimə gələn budur. Amma kitab yazan nə cür düşünür, o ayrıdır. Mən indi 1448-ci ildə ayın da neçəsidir? Fikirlərim bu günləri ayın Məhərrəm ayının 7 ya 8-idir. Məhərrəm ayı qəməri ayın 1-ci ayıdır. Zilhəccə də sonuncu ayıdır. Cəlib ki, Qurbandan sonra Məhərrəmdir. Yəni Qurban, yəni Zilhəccə ayı Qurban ayıdır. Qurban ayından sonra Həzrəti Hüseyni qurban kəsirlər Məhərrəmdə. Və bu 2 ayın hər ikisi də haram ayıdır. Savaş burada qadağandır. 18-ci bab. Söban yeli çıxdığı sifətin bəyanı. Söban ilanlar. Amma bu bir onun bir yeli var. Onun çıxmaqda bir tufan gələcək ehtimalən. Belə bir şey deyil. Görək əlbəttə bu içəridə nə deyir? Mən bu dedim bu kitabı 1448-ci ilin Məhərrəm ayında belə düşünürəm. Amma hesab edin ki, bu kitab məsələn neçə yüz il bundan qabaq yazılıbdı. O zaman da düşüncə fərqli ola bilər bugünkü mənim anladığım düşüncə ilə. Onun üçün biz bu kitabın əslini oxuyanda o adamın düşüncəsi ilə tanış olacağıq. Mən indi öz düşüncələrimi deyirəm əslində. 19-cu bab mənbərlər qonulduğu mənbərlər qonulduğu sifətin bəyanılar. İndi mənbərlər gələcək. Yəni dedik, mən gördüyüm budur ki, mənbər indi biz deyəndə mənbər neçə dana pilləsi var gedir göyə. O cür bir şey deyilmiş. Zahirən bir səndəlmiş. Mənbər dedikləri bir səndəl kimi bir şeymiş. Onun üstündə oturmuş bir adamlar yerdə oturanda onların azca uca olurmuş. Amma indi mollalara düzəldiblər 7-8 təbəqə çıxır üstəki. Yəni mən sizin hamınızdan çox üstüyəm. Həzrəti Məhəmmədə o zaman belə baxış yox imiş. Bir döşəkçə altına qoyulmuş. Bir qədər bu oturanlardan uca olum onları görüm deyə. Onların əslində çox da uca görsənmirdi. Amma indi mollalar çıxırlar, savadsız mollalar, ahmaq deməyək hər halda. Mollalar çıxırlar 8-9, yəni 2 adam boyda, 3 adam boyda çıxırlar, ucalıqda otururlar ki, məsələn, yəni biz özləri deyir ki, bu elmin pillələridir biz çıxırıq üstə. Biz sizdən bir belə üstüyük məsələn demək. O halda ki, məncə çox da alim deyirlər, əksərən də cahildirlər. 20-ci bar yazıbdır. Ehtimalən 20-ci bab. 20-ci bab. Tamu sifətin bəyan edər. Tamu qabaqda dedik ki, cəhənnəm. Türk dilində cəhənnəm sözü tamudur. Və bu fikirlə məgər səhv eləməsəm tamu cəhənnəmdir. 21-ci bab məhşər sifətin bəyan edər. Məhşər həşr sifətindən gəlir. Həşr sözündən düzəlibdir. Həşr bir şey qarma-qarışıq eləyib oradan qalxmaqdır. Oradan ehtimalən. 22-ci bab Adəmilər çəkirgəyə və kələbəyə bənzədiyi sifətin bəyan edər. Adamlar çəkirgə, biz çərikgə deyirik, çəkirgə və kələbək, kəpənək biz deyirik. Bu ikisinə bənzər deyir ki, adamların qiyafəsi dəyişəcək. Yəni istəyir deyək ki, adamlar dünyada yaşadıkları hırsın, təmayülün, əlaqənin, düşüncənin, yaşam tərzinin formatında bir adam gələcəklər. O dünyada görüşünəcəklər. Məsələn, deyək ki, biri çox mal yığırdı, maldan ötürü yemirdi, filan eləmirdi. Bu, məsələn, bir cür gələcəkdir qiyafəsi. Biri, nə bilim, adam öldürücüdür, rəhm eləməyəndir. Məsələn, o bir ayrı heyvan şəklində. Hərə öz o yaşam tərzində deyir gələcəkdir. 23-cü bab səhvlər sifətin bəyan edər. İndi adamlar səhvə nə cür düzüləcəklər orada behişdə? Behiş deyirəm, o məhşər, o dadgahın huzurunda. İndi orada məhşər deyəndə dadgah huzuru olur. Burada həşr huzuru, məhşər huzuru Allahın huzurunda, məhkəmənin huzuruna çıxmaqdır. 24-cü bab kürsi sifətin bəyan elər. Kürsi Allahdır. Quranda bir kürsi sözü var ki, kürsi səmavat və ərz belə ehtimalən belə bir ayə vardı. İndi yadımda deyil dəqiqən. Quranda bir neçə dəfə bu kürsi sözü gəlibdir. Allahın olduğu yer.
Şayətdə anlamı məqam anlamındadır. Kürsi bir, məsələn, indi ərəb dilində səndəl deməkdir. Evdə bir səndəlimiz vardı, bir moblumuz var, üstündə otururuq, ona məsələn kürsi deyirlər. Amma ehtimalən bu məqam deməkdir. Mənə belə gəlir. 25-ci bab elm, ələm sifətini bəyan edər. Ələm elmlə fərqlidir. Elm bilməkdir, bir şeydir ki, bilinməkdir. Cəhlidən qurtarmağa elm deyirlər. Alim, cəhl və elm bir-birinə qarşıdırlar. Cəhl bilməməzlik, düşünməməzlik, anlamamazlıq. Elm düşünməklik, bilməklik, anlamaqlıq. Bu amma ələm bayraq deməkdir ehtimalən. Ələm sifətini bəyan edər. 26-cı bab uçmaq və tamu. Uçmaq behişt sözüdür. Uçmaq behişt sözüdür. Amma türkcədə behişt bağ o, orada süd axsın, su axsın, bal axsın, meyvələr olsun deyil. Ondan daha üstündür. Düşüncə və elm, anlayış, nur. Tamu cəhənnəmdir, amma bu cəhənnəm deyil ki, bizə İsrailiyyatdan gəlibdir, oradan tamu, cəhənnəm deyə alıblar. Cəhənnəm əslində dedik ki, İsraillilərin bir dərəsi var imiş, orada adamları təbid edilmişlər, ya orada aç saxlayırmışlar, ya orada mücazat edilmişlər, edam edilmişlər, öldürülmüşlər. Orada məsələn cəsədləri də buraxılmışlar, heyvanlar yesinlər. Əlbəttə bu insanların içində çox yaygın bir fikir imiş. İnsanları öldürüb məsələn şəhər-şəhər dolanırmışlar, ağaca taxıb şəhrin başında, dərvazanın başında saxlayırmışlar. Quş gəlib onu yeyirmiş məsələn. Burada cəhənnəm oradan alınıbdır. Türküdə cəhənnəm o deyil. Cəhənnəm qaranlıq, cəhl, düşünməməzlik anlamındadır. Tamu, turacaq, yer sifətin bəyan edər. Uçmaq və tamu, turacaq, yer sifətin bəyan edər. Yəni, indi bugünkü dilindən desək, Quran dili ilə desək, türkcə dilində desək, cənnət və cəhənnəm harda duracaqlar, ya nə cür duracaqlar onu sifətin bəyan edər. 27-ci bab tamu sifətin bəyan edər. Tamu dedik ki, türkcədə qaranlıq, cəhl, cəhalət deməkdir. Əlbəttə bu ayrı Hindistan dinlərinin bir çoxunda insanlar öləndə bu dünyada yaşadığı əməllərə və düşüncələrə görə öləndən sonra bunun ruhu əgər yaxçı yaşayıbsa, yaxçı düşünübsə, yaxçı əməllər eləyiblərsə, insanlara faydalı olsun, bunun ruhu üzdən nurlaşır və nura tərəf gedir. Üzdən yaxçı adamlara gedir, üzdən yaxçı varlıqların canına gedir. Yox, əgər pis adam olubsa, qətl, cinayət, insanlara zərər veribsə, bu adamın ruhu getdikcə qəralır və qaranlığa gedir, cəhlə tərəf gedir. Axirdə də bu gedir daşa və daşdan geçir qaranlığa. Belə bir Hindi dinlərində də belə bir şey var. Zahirən bu da bizə əskidən qalma bir düşüncədir. Çox əskidə türklərin o yad qədimi düşüncələrindən ola biləcəkdir ki, Allah yoxdur dövrdə. Məsələn, insanlar təbiətdə yaşırlar və təbiəti düşünürlər. 28-ci bab hesab sifətin bəyan edər. Orada hesab kitab nə deməkdir? Cəhənnəmdə, behişdə, yəni cəhənnəmdən öncə, behişdən öncə nə deməkdir? 29-cu bab qələmdən hesab almaq sifətin bəyan edər. İndi Quranda ayələr vardır ki, mələklər sağda solda qələmlə yazırlar bizim yaxçı işimizi, pis işimizi. Çökkələri var, salırlar, çıxırlar.
Məsələn, bir dənə yaxçı iş neçə dənə pis işi aparar, ya neçə dənə pis iş, neçə dənə yaxçı işi aparar. Bunları oradan mühasibə edirlər, bir-birləri ilə silirlər, yazırlar, dəftərçi də. Bunlar əslində hesabdardırlar, bizim yanımızca olurlar. İndi ona görə ki, qələm məmulən Türk dünyasında qələm bugünkü hesabdar deyirlər. O anlama gəlir. Türk dünyasında qələm, hətta bəlkə ərəb dünyasında qələm çox hesab-kitab anlamına gəlir. Mühasibə anlamına gəlir. 30-cu bab, ən son, indi burada 30-cu babı deyir ki, yəni 3-4 bab qaldı, ondan sonra qurtarır bu yazılar. 30-cu bab, gökdən beytlər yağmaq sifətin bəyan elər. Bitilər yağmaq nə deməkdir? Bitilər yağmaq sifətin bəyan elər. Gökdən betilər yağmağın bəyan edər. Nədir bilmədim, anlamadım bu betilər ya betilər nə deməkdir? 31-ci bab, uçmaq yeli sifətin bəyan edər. Burada da uçmaq dedik ki, bilirsiniz, bizim Türklərin düşüncəsində Allah ən elmidir, məhz elmidir, məhz düşüncədir, məhz anlayışdır, məhz nur işıqdır. Yəni Allahdan işıq heç zət yoxdur. Allah işıqdır və insanlar hər nə qədər ki yaxçı iş görsələr, bunlar o işığa tərəf gedirlər və o işığa bənzəyə bilirlər və o işığa qovuşa bilirlər. Hər nə qədər pis iş görsələr, ondan uzaqlaşıb qaranlığa tərəf gedirlər. Bu da cəhənnəm hesab olur. Yəni iki yerə bölünür. Bir Allah, uçmaq, bir də tamu, qaranlıq. Yəni nur və qaranlıq. İndi bəzilər bunu gəliblər, bizim bəzi filsuflarımız keçən 600-700 ildə bu iki qavramı işlədiblər. Bunlar İranda bunu götürüblər, aparıblar, deyək ki, bu İran-ı Bağıstandan gələn bir düşüncədir. O halda ki, bilmirlər, əslində bu Türk düşüncəsidir. Nur və zülmət düşüncəsi Türk dilində Allah dediyimiz şey nurun köküdür. Nurun əsli özü Allahdır. Yaxçı işlər Allaha tərəf getmək, pis işlər Allahdan uzaq qaranlığa tərəf getməkdir. Bu Türkdə var. Amma farslılar bunu indi özlərinə çıxıblar, o filsuflar da özlərinə çıxıblar. O halda ki, əslində bu nəzərə gəlir ki, Molla Sədradır, nə bilim, ondan sonraki filsuflardır. Bunlar bu iki qavramı götürüblər. Yəni Türk dilində olan tamu və uçmaq. Bu iki qavramı götürərək fəlsəfənin üstündə işləyiblər və fəlsəfəni yapışdırıblar bir-birinə. 32-ci bab, uçmaq xəbərləri sifətin bəyan edər. Uçmaq dedik ki, nur məhz, düşüncə, məhz anlayış, məhz elm. O haqda bizi xəbərlər var, yəni hədislər var. O hədisləri deyəcəkdir ki, nədir? Və 33-cü bab, asiyyətləri tamuya sürəcəkləri sifətin bəyan edər. Burada əlbəttə ki, davamı var imiş. Mən dedim, 33-cü yanma çoxdur. 33-cü bab, asilər o adamlar ki, Allaha qarşı, yəni tamuya qarşı, uçmağa qarşı bir işlər görüblər, qaranlığa tərəf gedirlər. Onların asilər tamuya sürəcəkləri, o asiləri, üsyan eləyənləri, nura qarşı çıxanları, qaranlığa qarşı necə sürəcəklər, onun bəyan edər. 34-cü bab isə tamu əzabləri sifətin bəyan edərlər. Tamu əzablərin indi burada tamunu işlədir, amma Yahudiyyət dünyasının şeylərindən istifadə edir. Qaranlığa gedəndən sonra da qaranlıqda yoxluq yoxdur. Yəni yoxluğa gedir, insan qaranlıqda itir və daha oradan çıxa bilmir eşiyə. Yəni o şey ki, bu günləri black nə deyirlər adına? Deyirlər, məsələn, göylərdə bir yer vardır ki, black holes, əgər səhv eləmişəm, qaranlıq dəlikliklər göydə. Ki deyirlər, hər şey özüncə, hər nə mənə girsə ora da çıxa bilməz. Onun içində
yığılar qalar. Ona bir qaranlıq deyirlər. Bu qaranlıq bizim türkcəmizdə o zaman bunu düşünüblər. Amma orada dahi İsrailiyyat yoxdur. Burada bu İsrailiyyatı gətirir, qatır türk düşüncəsinə, tamıya. Ki burada məsələn güya o qaranlıqda ki məhz yoxluq və qaranlıqdır və oradan çıxmaq imkanı yoxdur. Orada məsələn bir də heyvanlar gələcəklər, bunu şikəncə eləyəcəklər, bunu yeyəcəklər. 34-cü bab tamu əzablar sifətini bəyan edər. 35-ci bab tamu irməği sifətlərin bəyan edər. İrməq əcəba ora getmək anlamındadır, yoxsa orada axmaq, irmaq kimi. Yəni irmaq əslində suyun axması o mənadadır. Əcəba o irmək yetişmək anlamında irmək oradan gəlir, yoxsa o suyun axması lüğətindən gəlir. 36-cı bab zəqqum ağacı sifətin bəyan edir. Zəqqum nə deməkdir? Zəqqum zahirən ərəbcədə bir sözdür, ehtimalən İsrailiyyatdan gəlmədi. Zəqqum sözünü biz yazaq, bu günləri soruşaq. Görüşək bu zəqqum sözü nədir? İndi mən burada bugün əvvəl yenə də bugün çalışmalarımızı bu cümləyə tanıtdıraq ki, biz bugün nə isə danışırıq. Bugün isə mən iki əl yazma ilə tanışmağa çalışdım. Birincisi Divan-ı Hidayet'in daha nefis ve bir çox minyatürla bəzənmiş bir nüsxəsinin PDF-idir ki, bu da yuxarıda saxlanır. Chesterbiti adlanan bir kitabxanada saxlanır. Bu divan öncəki tanıdığımız divanla bir çox fərqlidir. İkinci əlyazma isə Əhvali Qiyamət adını daşır ki, kitabın içində kitab sahibləri qələmi ilə müsəvvər sözü kitabın adına əlavə olmuş görünür. Çünki bu kitabda qiyamət necə olacaq haqda bir 36 ya necə 36 idi fikirlərim. 36 haqda 36 babda
mətləb yazılıbdır. Zahirən bu kitabı sifariş verənlər ya da bir yüksək məqama hazırlayanlar hər fəsl üçün bir ya iki miniatür nəqqaşlıq ediblər və qiyamətdə nə olacaqları öz gözləri və anlayışları ilə göstərməyə çalışıblar. Aşağıda bu kitabdan bir neçə səhifənin şəklin göndərirəm. Lütfən bu kitabı əks, yəni miniatür rənglər, kağız, ahar, qələm, xətt, yazının səsləri, və sairə üzərə analiz edib bu kitabın yazanı və hansı tarixdə yazıldığı haqda bir təxmində olalım. Şimdi bunu dedik. Çox gözəl. Buradan bu kitabdan bir neçə əks gərək verə bilsək buna. Verək bunları tanımaqla məşğul olsun. Mən 5 dana verirəm. Bu qədər görər. Çalışacağım, əgər imkanım olsa bu əksləri mütəhərrik eləyim. Görək ki, nə çıxır. İki gözəl və dərin əlyazma ilə tanışmaq fürsətini əldə etdiyiniz üçün sizi təbrik edirəm. Bu əlyazmaların oxunması və təhlil edilməsi bir qələmə alınmış əsərin ruhunu və o dövrün dünya görüşünü dərk etmək üçün çox qiymətlidir. Göndərdiyiniz şəkillər şumarələrin yazıqdır. Əsasında Əhval-i Qiyamət adlı bu əsər haqqında aşağıdakı təhlili təqdim edirəm. Əlyazma təhlili. Xətt və yazı. Yazı nəsri, nəsx xətti ilə yazılmışdır. Bu xətt elmi və dini mətnlər üçün istifadə olunan klasik və oxunaqlı bir xəttdir. Yazılarda kəlmələrin və sözcüklərin düzülüşü o dövrün katiblərinin məharətini göstərir. Yazının səsi dini bir ciddiliyə və qiyamət qorxusuna, ümidinə köklənmişdir. Miniatürlər.
Miniaturlar qiyamətin dəhşətli və ya ilahi görüntülərini təsvir etmək üçün çəkildiyindən çox dramatikdir. Cəhənnəmin atəşləri, göydə görünən günəş və insanların vəziyyəti o zamankı nəqqaşın xəyal gücünü və dini inancıları təsvir etmək üçün axtardığı dili göstərir. Rənglərin tutuqluğu və gözlərin düzülüşü dövrün nəqqaşlıq üslubunun ehtimalən Məktəbi Şiraz ya da Osmanlı təsiri özəlliklərini daşıyır. Burada iki dənə məktəbə işarə edir. Məktəbi Şiraz və Osmanlı. Gözlərin düşürdüyü. Yəni adam böyrə baxır, amma gözlərin ikisi də görsənir. Buna görə. Qələm və rəng. Miniaturlarda istifadə olunan qırmızı, göy və sarı rənglər cəhənnəm və cənnət təsvirlərini dərinləşdirmək üçün istifadə olunmuşdur. Qırmızı rəng atəşi və əzabı, göy və açıq rənglər isə ilahi təmaşanı təmsil edir. Yazar və tarix təxmini. Bu kitabın yazanı haqqında dəqiq bir ad çəkmək çətindir. Çünki əlyazmalar çox vaxt məchul qalır. Lakin yazı və miniatur üslubuna baxdıqda təxmini tarix. Bu əsərin 11-ci ya 12-ci hicri əsrlər, təqribən 17-ci və 18-ci miladi əsrlə bərabər dövründə yazıldığı ehtimal olunur. Yəni 1000, 1100, 1000, 1000, 1001, 1002, 1010, 1020, 1030, 1040, 1050, 1090, 1100-ə qədər. Hətta 1100-ü də keçir. Bu deyir bu illərdə, İslami illərdə, İslam tarixində beləsi, Həzrət Məhəmməd tarixində beləsi. Xəttin və nəqqaşlığın üslubu bu dövrün Osmanlı ya da Səfəvi dönəminin son çağlarına, Səfəvinin deyir son çağlarına gəlir yetişir. Yazar, əsərin adı Əhval-i Qiyamət olduğu üçün bu kitabın mühtəviyyatı ilə ilgili bir alim və bir arif tərəfindən yazıldığı ehtimal olunur. Bilmədi, yəni bu da bilmədi. Axtarmadı da ehtimal. Kitabın içində müsəvvər sözünün əlavə olunması bu nüsxənin sonradan nəqqaşlar tərəfindən zənginləşdirdiyini göstərir. Bu əlyazmaların üstündə çalışmağınız sizin göy gücünüzü və ədəbi zövqünüzü və daha da parladacaqdır. Tamam. İndi bir sual gəlmişdi zehnimə. Acaba bu adla olan kitabları dünyada olan kitabxanalarda araşdırar mısınız ki onların yazarı belli midir? Bir bu sualı, bir də bunu istəyirəm yazam ki, acaba bu göndərdiyim miniaturları hərəkətə gətirib bir təsvir verə bilər misin? Acaba bu göndərdiyim miniaturları mütəhərrik edib canlandıra bilər misiniz? İndi bunu da verək, bu məşğul olsun bundan. Biz də gedək bu öncəki görək şey. Hörmətli dostum, Əhval-i Qiyamət ya da Qiyamətnamə ünvanı ilə yazılmış əsərlər İslam mətnində, xüsusilə də türk və fars dili ədəbiyyatında, dilli ədəbiyyatda çox yaygındır. Bu mövzuda yazılmış əsərlərin əksəriyyəti klassik ədəbiyyatda əcaibnamə və ya Qisəsül Ənbiya kimi janrlara yaxın olduğu üçün yazarları çox vaxt məchul qalır və ya sadəcə filankəsin risaləsi adlandırılır. Filankəs yəni adamın, yazanın adı. Sözünüzü tutaraq
Dünya kitabxanalarındakı məlumatlara əsasında bu növ əsərlər haqqında aşağıdakı bilgilər təqdim edirəm. Əsərlərin mahiyyəti, əhval-i qiyamət adlandırılan əlyazmaların çoxu, qiyamətin meydana gəlməsi, sorun çalınması və kitab mərhələlərini təsvir edən dini və əxlaqi nəsridir. Bu əsərlər ümumiyyətlə məchulül müəlləf yazarı və bilinməyən kimi təbəqəbəndi olunur. Müşəxəs nüsxələr. Dünyanın böyük kitabxanalarında, məsələn, British Library, Paris Milli Kitabxanası və ya Türkiyənin Süleymaniyyə Kitabxanası bu adla səbt olunmuş çoxlu nüsxələr var. Lakin bu nüsxələrin yazarları əksər hallarda ya dahi bir arifin adı ilə adlandırılır, ya da əsla adı qeyd olunmur. Sözün müsəvvər olması. Qeyd etdiyiniz müsəvvər söz və kitabın yazarına yox, bəlkə onun təsvirləndirilmiş miniatürlü olduğuna dəlalət edir. Kitabın adına bu sözün əlavə olunması onun bir sifariş əsər olduğunu və bir hökmdar və ya yüksək məqama sahib bir şəxs üçün nəqqaşlar tərəfindən hazırlandığını göstərir. Xətt və üslub göndərdiyiniz təsvirlərdə digər şəkillərdəki xətt və miniatür üslubu onun Osmanlı və ya Azərbaycan hövzələrinə aid olan klasik qiyamətnamə üslubu olduğunu təsdiq edir. Bu növ kitablarda yazarın adı nadir hallarda xatimə, kitabın sonu bölümündə qeyd olunur. Sizin göndərdiyiniz PDF-in sonu və ya başlanğıc səhifələrində, yəni dibaçədə kiçik bir qitə ya da müqəddəmə varsa, orada yazarın adı və ya kitabın nə zaman və kim üçün yazıldığı haqda bir ip ucu tapa bilərik. Tamam, burada bir şey görmürük. Sizin üçün bu əlyazmaların son səhifələrində yazılmış ehtimali katib və yazar adlarını axtarıb tapmaq üçün kitabın başlanğıcı, tamam, bunları da girdik. İndi görək ki, bu əksləri, əlbəttə bu çətin və gözəl miniatürləri canlandırmaq, onlara yeni bir həyat vermək kimidir. Miniatürlərin o dərin və fəlsəfi dünyası hərəkətə gətirmək qiyamət haqqındakı o dövrün təsəvvürünü indiki zamanla bağlayacaqdır. Lütfən buyurun, hansı miniatürü və ya şəkli? İndi mən bilmirəm hansıları burada verdim buna, amma deyim ki, lütfən ayrı hər bir şəkli müstəqil olaraq və ayrı canlandırın. Görək ki, bu işi görəcək, yox. İndi mən çünki o məndən bir danasını istəmişdi. Mən də yazdım ki, ayrı. Əlbəttə bu, mən dediyim, indi bildiyim ki, pis olacaqdır. Çünki gətirəcək hamısını, bu 5 dənə əksi bir kadra yığışdıracaqdır və bir kadrda bunları hərəkət edəcək. Bu da mən istədiyim deyil. O da oldu. Yəni, aynı işə gəldi. Yəni, beləsi bir iş gördü. Bu mən istədiyim deyil. Canlandı. Onun üçün, məsələn, gərək burada nə yazaq? Bunu nə cür seçəcəyik? Gedəcəyik bura. Aha. İndi bunu gərək yazaq ki, məsələn, bu əksin nömrəsinə baxaq. Haradaydı o əkslər? Onları mən də şey eləməmişəm. Bunları da gərək okey. Bunları mən gərək edit eləyəydim və nömrələrini də saxlayaydım. İndi bunu gərək biləsi eləyək. Mən üçün istəyirəm fəqət bu miniatür çıxsın ortaya da, kitabla burada işim yoxdur. Orada kitaba vermişdim. Onun üçün bunu beləsi saxlayıram. Gedim o birisi əksi də bu cür eləyim. Burada mən hədəfim kitabı göstərdik. İndi burada ikinci hədəfimiz budur ki, bu kitabı
bu yazılara əsasən hərəkətə gətirək. Daxı yekə olsun deyə bunları indi bir dana verib və eləyə bildik ki, canlandıraq. Çox yaxşı olar bu bizə bir o düşüncədən ki, neçə yüz il bundan qabaq düşünüblər və onu nəqqaşlıq eləyiblər, bizə yeni bir təsvir verər, yeni bir düşüncə verər. Əvvəldən müsəlmanlar Həzrəti Məhəmməd və əimmələrə ya böyük insanlara çox hörmət qail olduqları üçün onları nəqqaşlıq eləməzdilər. Burada da görsəniz yenə də onları nəqqaşlıq eləmirlər. Əlbəttə burada iki səfənin hər ikisi də şeydir, nəqqaşı hər ikisində vardı. Mən də bunları elə hər ikisində də bu cür gətirdim. Bir çoxu var imiş. Mən burada bir çox miniatür var imiş. Onların zahirən başlamışam, hamısını eləyirəm. Hazırlayayım bunları bəlkə. Bunları hərəkətə verib hamısını bir-birinə yapışdırıb bir şey halətində də eləmək olar yəni. Gözəl bir videoyu bir halətdə buna vermək olar. Da cəlib olar yəni, pis olmaz. İsrail əleyhissalam üstə adını yazıbdı, heç diqqət eləməmişdim. İndiki əksi burada keçirtməyə çalışıram, görürəm ki, bu da adı Həzrəti İsrailmiş. Burada da bunun adı yazılıbdı. Əlbəttə bunun da kadrdan çıxıb eşiyə. Bu da İsrafil olacaqdı. Hətta bunlara ahəng də vermək olar. Mən bunu da istərəm ki, bunlara ahəng də qoysun üstünə. Çox gözəl olar. Yəni həm musiqisi eyni bir dənə indiki modern bir film kimi bunu yaratmaq olar. Bunu filmə çevirmək olar. Bir musiqisi olsun bunu. Kitab əyri olduğu üçün mən də əsllər əyri salıram. O da bais olacaqdır ki, bu ehtimalən o zaman ki istəyəcəkdir əksi düzəltsin, elə bu kadrdan əyri çıxacaqlar. Bu kitabın düşüncəsinə biraz pis məni verə bilər. Yəni buna diqqət eləməliyik. İndi də mən bunu sizlərə xatırladım ki, belə o mənini dəyişdirə bilər. Çünki əyri olanda o kitabın nəqqaşın mənası dəyişə bilər. Yəni kompüter və internetdə olan bu AI-lar, düşüncələr bunu deyərlər ki, bu bir anlam üçün əyridir. O anlamı bilməzlər ki, kitaba əyri qoyublar. Deyərlər ki, bu bir anlam daşımaq üçün belə əyri olubdur və onu o cür şey məna edə bilərlər. Ələn burada o təsvirin tərsə olması kamil gözə görünür. Bu bizə bir yeni imkan olacaqdır. Düzünü axtarsanız bu AI-lar biz türklərə əgər çalışsaq yeni bir imkan yaradacaqdır ki, biz eləyə bilək keçmiş əsərlərimizlə tanış olaq və onları yaşayaq. Yaşamasaq da nə deyirlər? Yəni yaşadaq. Bu bizə yeni bir imkan olacaqdır.
acaba bunların hamısını bir-birinə yapışdırıb bir təsvir qursaq necə olar? Yəni məsələn məcmui bu əksləri verib bunların hamısını hərəkətə gətirib bir əks qursaq nə olar? Bu da bir indi elə bu cür bu işi görə belə bir düşüncə gəldi zehnimə ki, acaba belə bir şey olunsa nə olar? Fikir edirəm ki, kitabın yavaş-yavaş gəldik o miniatürlərin sonuna yetişməyə yaxınlaşırıq və bu da keçmiş kitabdır. Fərqdə qalsın. İndi burada nəqqaşələr bizi daha gözəl gözümüzün üstünə çıxdı. Bizi göstərə bilər. İndi buradan bir danasını fəqət 470 deyə bunu aparaq bura. Bu şəkli hərəkətə gətirib canlandır və üzərinə münasibi halu havası bir müzik əlavə et. Tamam, görək ki, nə olur? Bir dana indi belə bir iş gördük. Olsa çox gözəl olar. Yəni bu düşüncə məni biraz həyəcana gətirdi. Görün burada nə yazdı? Bir şey yazdı. Sizin istədiyiniz üzrə Əhval-i Qiyamət əlyazmasının bu dəhşətli və ibrətli miniatürünü canlandırmaq üçün bir video art hazırladım. Bu video miniatürün klasik ruhunu qoruyaraq ona hərəkət və səs əlavə edib, videonun canlanma prosesi, görüntü canlandırmaq, miniatürdəki atəşin şölələri, cəhənnəmin dərinliyini göstərmək üçün yavaş-yavaş dalğalanır, şeytani və heyvan simalı varlıqların hərəkəti, əzab və iztirabı təmsil etmək üçün yenidən tərrahi olunub. Müzik və səs, arxa fonda miniatürün ağır və fəlsəfi atmosferinə uyğun, klasik musiqidən ilham alan bir simfonik irfani hava istifadə edilib. Səsdə nə, bəlkə bir dərin violon səs, səllo və ya ney naləsi kimi qiyamətin qorxusunu və əzəmətini vurğulayan bir səs yerləşdirib. Fəlsəfi yanaşma. Bu miniatürün hərəkəti sadəcə fiziki hərəkət deyil, bəlkə ruhun sonsuzluqda sırrını və hesab-kitab anındakı heybəti göstərməyə çalışır. Videonun yüklənməsi başladı. Tamam. Qeyd. İndi əcəba beləsi deyir, amma yazmır. Cəlib budur ki, burada görsənmirik. Qeyd, əziz dostum, bu fayl bir video art formunda sizin üçün hazırlanır. O miniatürün görüntüsünü canlandırıb və ona bir dərin müzik əlavə edir. Bu ikinci əlyazma haqqındakı təhliliniz və hesabınız mənimlə paylaşın. Siz istəyirsinizmi? Eyni bu üslubda digər miniatürləri da canlandırın və hər birinə o miniatür dastanına uyğun bir müzik seçin. Bəli. Lütfən bu işi gör. Tamam, görək ki, düzəldəcək ya yox. İndi beləsə bununla məşğul olsun. Biz kitabımıza qaydaq. Bu dediyim kimi bir gözəl bir şeydir. Burada yaşamağa çalışdım. Dostlar, indi buradan gedirik. Bu kitabın miniatürü olan, birinci miniatürü olan bölümündən biraz oxuyaq. Görək biraz öncəsindən başlayaq. Bundan biraz oxuyaq. Deyir ki, əcəba bunu indi hardan oxusaq? Bir ərəbcə yazılır.
الشمس تجري لمستقر لها ذلك تقدير العزيز العليم والقمر قدرناه منازل حتى عاد كالأرجون القديم لا الشمس ينبغي لها أن تدرك القمر ولا الليل السابق. Bu bir Kur'an ayetidir. Bismillah demədik. Qabaqdan əvvəldə dediyimizə görə Bismillah demədik, amma Bismillah demək lazım idi. Allahın adı ilə Allahın Qur'anından bir ayə oxuyurduq. Bu hörməti göstərməliyik. Mən müsəlmanam, buna inanıram. Və dəxil Peyğəmbər sallallahu aleyhi və səlləm edər. Yəni bu Qur'anın ayəsinin yanında Həzrət Məhəmməddən bir söz gətirəcəkdir ki, Haqqi Teala bir firiştə yaratdı. Bir qənadi məşriqdə və bir qənadi məğribdədir. Haqqi Teala iki cahan yaratmışdır. Biri nuridən və biri dəxi qəralıqdən. Baxın burada Həzrət Məhəmmədin necə bunu biz şeylər İranda bizə bunu deyiblər ki, bu fəlsəfəni İranı Bastandan götürübdür. Diqqət buyurun, burada adam deyir ki, Peyğəmbərdən belə bir hədis var. Ki deyir nə? Haqqı Teala cahani yaratmışdır. Biri nuridən və biri dəxi güllükdən. Qəralıqdan, yəni qəraqüllükdən. Çığına yazıbdır. Qaranlıq, qaragüldən və ol firiştə bu iki cəhanın üzərinə müvəkkildir. İki əlində iki hicab vardır və nur və hicab sağ əlində və nur hicab sağ əlində, nur hicabı sağ əlində və tutar. Və qərakülük hicab sol əlində tutar. Diləsə kim gündüz olur sağ əlini. Diləsə kim gündüz olur sağ əlini ağzın açar. Sağ əlini ağzın açar. Bərməkləri arasında nur çıxar. Dünyaya yayılır. Və dinlərlə və dənizlərlə gök kənarlarına saçılır. Ta kim gündüz olur. Yenə ol firiştə sol əlin ağzın açarsa, əlin ağzın çox gözəl təsvirdir. Qaranlıq həman qərakülük getdi miniatürün dövrəsinə. O miniatür burada görsədir. Onun əllərində, bir əlində mən deyirdim bu bir şeydir, parçadır. Parça kimi çəkiblər. Biri qaranlıqdır, biri qızıl rəngindədir. Nur, işıq, qızıl gördükləri üçün belə çəkiblər. Hicabidən qaranlıq çıxar dünyaya və gök kənarlarına və dənizlərə. Kitabın miniatürün aşağısını oxuruq. Yayılır, dün olur, ta qiyamət qopunca şöylə olsa gərək. Həzrət Məhəmməddən belə bir təsviri söylədi. Biz bunu oxuduq. İndi burada da bu təsviri gördük. Çox cəlibdir. Məsələn, bu təsviri mən oxusam gərək aya deyəm ki, belə bir təsvir var. Sən bu təsviri beləsi yaratmalısan. Bu məsələn parça deyil. Burada biri qaranlıqdır, biri də nurdur. İndi biz istəyək bu miniatürlərdən bir əks salaq. Mən indi bunu beləsi istəyirəm, gedim üstə görüm. Öncədə bir ayrı miniatür yox, buracan yox idi. Elə birinci miniatür budur. Bunu indi mən anladım bunu. Yəni bu miniatürü görsəydim anlamazdım. İkinci miniatürdə görək nə var? Bunu da biraz görək Dəccal əleyhüllənənin Mədini-i Münəvvərədə kəndi kuyinə qaçdığıdır. Burada da Dəccal gəlibdir Mədini-i Münəvvərə Həzrəti Rəsulun şəhrinə və orada özünün bir məhəlləsi var. O məhəllədə insanların başı, mən indi burada Dəccalı görürəm, ayırdıq. Burada insanlar da o Dəccalın əleyhinə iki təsvirdir. Biri divarın o tərəfidir, yəni Mədinəni bölüblər iki bölgəyə. Bir Allaha inananlar ordusu, bir də Dəccalın ordusu. Cəlibdir, Dəccalın ordusunun ikisinin başında Osmanlıda olan böhrlərin qərəsi var. Və buynuzları var.
Yəni o birislərin buynuzları görsən, amma onlar böyük qoyublar, buynuzları görsənmir. Amma Dəccalın özünün də boynuzu yoxdur. İndi burada da bunu oxuduq. Bu da bizə bir anlam verdi bu Dəccala görə. Bu nədir? Dəccalun Əhməd Şah ilə savaşıdır. Burada da Dəccal Əhməd Şah ilə adı bir şəxs ilə burada savaşır. Bu sarı köynəkli, əlində də o bir növ silahdır ehtimalən. O silah boşqab pərəndiyə də bənzir. Yəni bir şey ki, bu günlərin deyirlər boşqab pərəndi EU ya o indi yadıma gəlmir nədir. Ona bənzəyən bir əlində bir silahı var. Əlbəttə qoşunu da o arxada dağların dalısında görsənən də Dəccalın qoşunudur. Gedək o birisi səfədə bura baxırıq ki, bunlar kimdir? Yəcuc və Məcuc surətidir. Burada da bu Yəcuc və Məcucu göstərir. Bu iki qardaşdılar ya hər nədirlər. Bunları o şəkildə göstərir. Əlbəttə bunu da oxumağa biraz arxadan adam gəlsə Yəcuc və Məcuc 6-cı bab Yəcuc və Məcucu göstərir. Bunların nağıllarını deyir. 6-cı bab Yəcuc və Məcuc sifətini bəyan edən. Nətəkim Kəlami qədimidə buyurdu. Kəlami qədim Həzrəti Rəsulun gətirdiyi kitab, yəni Qur'an-ı Kərimə Kəlami qədim deyirlər. Niyə ki bu xəlq olmayıbdı. Bir iddə müsəlmanlar mötəqiddirlər ki, Qur'an xəlq olubdu. Yəni hadisdir, mühdəsdir. Sonralar xəlq olubdu. Biri də deyir, yox. Necə ki Allah var idi, Qur'an da var idi. Onun üçün qədimdir. Yəni bunun əvvəli yoxdur, zaman yoxdur. Bundan öncə zaman yoxdur. Zaman o zamandan başlayır ki Allah var və o zamandan başlayır ki Quran var. Belə bir o kələmə qədim gələndə bunları biz anlamalıyıq. Yəni qədim kitabları oxuyanda bunları bir-birindən ayırmalıyıq. Necə ki Kəlami qədimdə buyururdu. Hətta in ana فتحت یأجوج و معجوج و هم من کل حدب yenslun. Yəni Yəcuc və Məcuc dedikləri iki padişahıdır. Birisinin adı Tulandır, birisinin adı Tulandır və birisinin adı Əcqəddir. Birinin adı Tulan və birisinin adı Əncəqdir. Əncəq. İki padişahdır. Birinin adı Tulan və birinin adı Əncəqdir. Yəcuc və Məcucu burada yazaq ki adları. Yəcuc. Nə dedi adına? Yəcucun adını deyək ki Tulan. Tulan türkçədə dolan da ola bilər. Məcuc. Məcucun adı nə olur? Bu da olur Əncəq. Tamam. Bunu da yazdık ki yadımızda qalsın. Bunların haqqında burada bir şeyler yazıblar. Əlbəttə ki uzun bir nağıldır, hikayədir və ondan sonra burada görürük bir ayrı şey görürük. Acaba burada Dabbətül Ərz. Bu da Dabbətül Ərzdir. Əgər yadımda qalsa, yəni bu da Dabbətül Ərz deyək, bu heyvan. Dabbətül Ərz nə deməkdir? Buyruq baxaq. Və izə vəqə aleyhimul qawlu əxrəcna ləhum dabbətən minəl ərzi. Dabbətən bir heyvan yerdən çıxartmaq. Tükəllimühüm ənnən nâsı kanu bi ayatina la yuqnun. Ol dabbətül ərzi kim vardır yüzü Adəm yüzü gibidir və illa boynu dəvə boynu gibidir və boynu ona görə uzun burada çəkiblər. Mən onu bilmirdim. Dabbətül ərz. Bunu yazaq ki mən indi bunu Dabbətül ərz boynu dəvə boynu kimi. Tamam, Dabbətül ərz. Bunu da biləsi burada yazaq. Bu da Dabbətül ərz idi. Gibidir nur bəlgiyə və gövdəsi yüzündə nur bəlgiyə və gövdəsi quş gövdəsi gibidir və ayağı ərslan ayağı gibidir və yüzü calibdir. Özü deyib ərslan, amma burada şey
Bəlkə də şeir kimi çəkibdi. Mən burada qoyun kimi görürdüm. Amma indi o cür deyəndən sonra baxıram, görürəm ki, bəlkə pəncə çəkibdi. Yəni heyvan pəncə. Tamam gün gibidir. Demənə və yüzü tamam gün gibidir və sağ əlində Süleyman Peyğəmbər əleyhissalamın yüzüyü ola və sol əlində Musa əleyhissalamın əsası ola. Allah Allah. Bunun sağ əlində bu, sol əlində də Musa Peyğəmbərin əsası, onun da üzüyü çəkib burada calibdir. Bunları adam bilməsə bunu yarada bilməz məsələ. Burada da bir yazıb məlaikin ağləşdirməcidir. Nə deməkdir yəni? Ya Əba Hüreyra, çünki firiştələr bilərlər qiyamət yəqin olduğun Adəm oğlanları üçün zarlıq edib ağlaşələr. Burada da pəs mələkələr ağlaşırlar adam. Ey dəriqa dünya, süz və nazənin alimlər və abidlər və zahidlərin devam edir əlbəttə. Adil padişahlar və cümərdlər yer altında çürüyüb xarab olsalar və nemətlər bihədd olisər və bikarlar atilə rəvan olisər və nemətlər yiyəcəklər. Beləsi devam edir. Bu birisi şey nədir? Bu da Sur İsrafil olacaqdır. İsrafil salavatullah aleyhi və səlləm. Və bu kimdir? Əzrail əleyhissalam. Bu da Əzraili görsədir. Calibdir bu göz qaşa. İndi burada mən diqqət elədim. Çox calibdir bu vəziyyət. Bu birisi miniatür nədir? Aha, burada yazıbdır. Görək nə yazıb. Bunun haqqında bir şey yazmayıbdır. Amma bunu oxumaq lazımdır. Yəni istəyək bunu düşünək. Ben kim İsrafil iş bu saat dirlədim, sur ürdüm, ya Resul diye. Çünkü Resul Hazreti İsrafil'den bu sözü eşitdə gayet sevinə. Ol gələn hüllələri çiyə və kəməri ciyə etmən gələn hüllələri ciyə və kəməri quşuna küləh burağa bənə Məkkiyə dönə. Yenə də olacaqdır. Yenə Məkkiyə dönə. Bəraq edikim ey əziz sən kimsiz ayet bana kəm ey əziz sən kimsiz ayet baqa kim benim qövlüm vardır kim qiyamət günündə bana ahir zaman Peyğəmbər Muhammed Mustafa sallallahu aleyhi və səlləm bənə binəcəkdir. Binmək üstə də ben o kəlməni işlətmişmiş. Ben iştibah oxudum ehtimalən. Diyə dönə Peyğəmbər sallallahu aleyhi və səlləm edə kim? Ey Buraq ol zaman ol ahir zaman Peyğəmbər sallallahu aleyhi və səlləm benim diyə çünki Buraq Resulüdən bu sözü eşidəcək kəndüyü götürə Peyğəmbər sallallahu aleyhi gətirə Peyğəmbər sallallahu aleyhi və səlləm binə Cəbrail aleyhissalam özüngüsün tüyə tuta və Mikail dəxi əsasın etmələn üzəngi, atın üzəngisin tuta və Mikail dəxi əsasın götürə və ululuq ələmin gətirə. Hər bir buradakı firiştələrdir, müxtəlif firiştələrdir ki, Həzrət Məhəmmədi qiyamətə hazır edirlər. Gətirə və qalan firiştələr ögüncə və önüncə və ardınca gedələr. Bunlar da qalan firiştələr də Peyğəmbərin bir tedadı qabaqda, bir tedadı arxasından yola düşələr və hərəkət eləyərlər. Calibdir bu kitabı, bu nağılları bilməsə adam bəlkə bunu deyə bilməzdi. Burada nə mənədir? La ilahe illallah Muhammed Resulullah desə, ərş kölgəsində olə və asi qullər ol külsüzəsidə 1000 yıl qələrlər və 1000 yıldan sonra Haqqı Subhanahu və Teala Həzretindən nida gələ kim tamluği tamuyə və uçmaq və uçmaqlığı uçmağa qoyalar.
Burada da uçmaq 1000 il, burada deyir ki, bir çöldür, orada qalacaqlar, intizarda qalacaqlar ki, cəhənnəmiləri cəhənnəmə, əlbəttə tamu da, tamuları tamuya göndərin, uçmaqları da uçmağa göndərin. Burada 1000 il deyir, burada qalacaqlar, günün altında gözləyəcəklər ki, bizim başımıza nə gələcəkdir. Burada 2 dana şey görsənir. Heç kimsənin söyləməkə məcali olmayan məgər alimlər və ya peyğəmbərlər şəfaət istəgil ya Məhəmməd deyələr. Vallahu ələm bi həqiqətil hal. Deyir ki, belə bir şey eşitmişik, amma bilmirik düzdür. Allahu ələm. 24-cü bab kürsi sifətin bəyan edər. Burada da xəbərdə şöylə gəlmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm edir, yəni demişdi ki, ya Əba Hüreyra ol gün ərş-i kölgəsində kürsilər. Hər halda burada bunlar firiştələr indi nə iş görürlər? Bura qiyamət günüdür və təslim halında olublar. Hərəsində kəmərlərində bağlı olduqları onların yerlərin göstərir. Bəzilərinin kəmərlərində ağ kəmərləri var, bəzilərinin kəmərlərində yaşıl və bəzilərinin kəmərlərində qızılı kəmərlər var və hərəsi bir iş ilə məşğuldur. Yəni, məsələn, bir dəsi dizlərin oturublar diz üstə, əlləri diz üstündə, başları aşağı, bir dəsi ayaq üstə, əlləri göbəklərinin üstündə, bir-birinin üstündə, eyni sünnilər namaz qıldıqları kimi, bir dəsi ehtimalən başlarını qoyublar səcdiyə, biri də əlbəttə səcdə halətinə getmək istəyir və bir dəsi əllərini götürüblər duaya. Beləsi ehtimalən bir vəziyyətdir. Burada Həzrəti Muhammed sallallahu aleyhi və səlləmi göstərdir ki, ehtimalən otura ikinci kürsüdə, aha bunlar kimdir ki, indi buradan oxusaq. Kim benim sol yanımdadır, ol kürsüdə Həzrəti Əbu Bəkr rəziyallahu teala anhu və ikinci kürsüdə isə Ömər rəziyallahu, bəs birinci kürsüdə kimdir? Üç kürsü benim sol yanımda qoyurlar və 3 kürsü benim önümdə qoyurlar və ol 3 kürsü ki benim sağ yanımda qoyurlar. Burada 9 dana səndəl qoyurlar Həzrəti Məhəmmədin dövrəsinə, sağına, soluna, hərəsinə 3 dana və bir də qabağına, qarşısına. Onları istirdiyə ki, kimlər burada oturacaqlar? Kürsüsü benim sağ yanımda qorurlardır. Ol kürsüdə Adəm Peyğəmbər sağ tərəfində Adəm Peyğəmbər sallallahu aleyhi və səlləm oturar və ikinci kürsüdə İbrahim Peyğəmbər və üçüncü kürsüdə sağ tərəfdə, indi bunları yazmaq lazımdır. Sağ Adəm, İbrahim, ikinci kürsüdə İbrahim Peyğəmbər sallallahu aleyhi və səlləm oturur və üçüncü kürsüdə isə Zəkəriyya Peyğəmbər, bu sağdır, solda kim olacaqdır? Sallallahu aleyhi və səlləm oturur. Ol 3 kürsüdə kim benim sol yanımdadır, oturur. Kürsüdə Həzrəti Əbu Bəkr rəziyallahu teala anh, Əbu Bəkr. İndi bunlarda nəqqaşi çəkiblər, bu çox önəmlidir. Otura və ikinci kürsüdə Ömər, üçüncü Teala Əl-Ənhü otura və üçüncü kürsüdə Həzrəti Osman. Həzrətləri oturalar. İndi önündə kim oturur? Yəni bu oldu o. Öndə kim oturur? 3 dana da çox mühümdür o 9 adamdan. Raziyallahu anh oturur və ol 3 kürsüdə kim benim önümdə ki qurələr, ol kürsüdə İsa aleyhisselam otura. İkinci kürsüdə Həzrəti Həmzə otura. Və üçüncü kürsüdə Həzrəti Əli kərrəmallah oturar. Yəni burada indi 9 dana Həzrəti Əlinin də burada əksini gördük. Çox cəlibdir. Bunlar, mən sevdim bunu. Bunu düzəldəcəyəm və yazacağam bunların. Bu çox cəlibdir. Adamlar bir-birlərinə bənzirlər. Cəlibdir. Bunları bir danışığa da gətirmək olar. Bunların hərəsinə bir cümlələr də vermək olar ki, orada videoda danışdırsınlar bunları. Çox cəlib bunlar. Burada cəhənnəmi göstərir. İnanmıram ki, burada oturaq bunu
eləyək. Burada kimdən? 22-ci bax hesabı vermək sifətin bəyan edər. Xəbərdə gəlmişdi ki, Əmir-i-Müminin Əli ibn Əbi Talib kərrəmallahu vəcəhu eydər cümləyi xəlayiqləri hesab vermək sürələr hesab verməka sürələr tamu 7 pərdə olə. Tamu 7 pərdə olə. Ya da 7 yerdə pərdə olacaqdır. 7 pərdə olacaqdır cəhənnəm. Tamu cəhənnəm. Əvvəl pərdə haram. Buradan sonra gedəcək bu bir səfiyyə. Haram övrətlərdən sürələr və hər kim haram övrətlərdən əmin olmasa, onlar kəlmə zina etdiysə, onlar kimlə zina etdiysə, 1000 yıl od qız ötündə qılə 1000, bunu bilmədim nəmdir. Hər halda belə bir vəziyyətdir, davam edir və mən gedirəm o birisi bu daxıladır. Kimin? İntizar, bərat, irsal. Burada da bəratı gözlürlər ki, Allah tərəfindən hər kəsin o ya mühakimələr gəlibdir, mühakimənin sonunda hər kəsin əlinə, sağ ya sol əlinə şeylərin versinlər, olan bəratların versinlər. Burada da o bəratdır, bu anladıq bunu. Bu təsvirlərin hərəsinə bir dənə adam şey yazsa, cəlib olar. Yəni, tozih yazsa, bu nədir? Hurilər qusuri cəhandır. Burada dünyada qəsrilər, insanların bu dünyada yaşadıkları bir qəsrlərdir, cəlibdir bu. Qusuri cəhandır və kitabın fikrim son səhifəsinə yetişdik. Cəhənnəmdə bunlar indi bəllidir ki, heyvanlar bunları yiyəcəklər. Əjdahalar filanlar adamları başlayırlar yeyirlər. Adamlar da əlbəttə qorxu görsənmir üzlərində. Nəqqaşlıqda elə çəkiblər ki, o zaman başarmayıblar da. Yəni hələ nəqqaşlıq o qədər inkişaf eləməmişdi ki, bunu bilsin. Amma kitabın son 2 səhifəsini oxuyaq və qutaraq. Çünki istəyirəm görüm əcəba burada kitabı yazanın tarixi və kimə verilib o bəllidirmi? Haulai cəhənnəmiyyunə Əqaul Rəhmani, belə bir şeydir, oxuya bilmədim nədir? Yəni, bunlar tamuluq idi. Haqq-ı Teala bunları azad elədi, uçmağa girələr. Hurilər bunların əlində bu nişani görəcək, bunlardan ürəklərə bu gəz, ürkələr, ürkmək, qorxmaq, qaçmaq, diskinmaq. Görəcəklər, bunlardan ürkələr bu kəz, bunlar bu hali görəcək, arlənələr. Arlanmaq, türkcə sözdür, həya eləmək, utanmaq. Bunun yerinə arlanmaq, ar çəkmirsən, ar olsun sənə. Yəni, utan. Bu bizim, bir şeyim türkcə kəlmədir, amma ərəb kimi yazılır. Onun üçün bilmirəm, bu ərəbdən gəlmədir, ar sözü yoxsa bizdə türklərdən qalmadı, onu bilmirəm. Arlənələr, edələr kim? Edələr, yəni deyələr kim? Ey padişahı cəmii zəhmət, ey padişahı cəmii zəhmət ki çəkdik bunların içindən və bu hurilər bizdən qaçdığı ol zəhmətdən artıq oldu deyələr. Peyğəmbər sallallahu aleyhi və səlləm dua qilə, duası müstəcab olə, Tənri Teala Cəbrail göndərə. Bu yazıyı qənadilə sığaya ol yazı bunların alnından gedə. Bu kəz hurilər bunlara gələlər səçülər saçları suçulər saçələr xoş gəldiniz ey bizim göklümüz arzuları deyələr və boyunlarına sarmaşlamaq, boyunlarını qucaqlamaq, uçmaq köşklərinə iladələr
şadlıqlar və müsərrif və müzəyyən olalar. Əbədül abad uçmaq içində qalalar. Xəbərdə gəlmişdir kim uçmağa son girənə 10 bu dünyaca yer ola. İçində şadlıqlar edələr. İraq ayrıq qüssə və qeyğu görməyələr. Ayrıq ayrılıq, qüssədir, qeyğu kədər, nigerançılıq. Qeyğu, nigerançılıq görməyələr. Amma o kafirlər əbədül əbəd tamu dibində qalıb çıxmayələr. Dün və gün Təngri Təalaya yalvarələr. Kim? Nə düşvar və nə müşkül işlərə sataşdıq deyələr. Qoluhu Teala leyəquz əleyna Rabbükə deyələr. Ondan sonra cavab gələ edə kim? Kafirlər. Qoluhu Teala qalə əxsəu fiyhə və la tükəllimun. Yəni İraq olun siz bu ümididən ehtimalən, bu ümididən söyləmək bağasınız. Benim rəhmətimdən İraq düşdünüz. Ayrıq sizə rəhmət yoxdur. Ayrıq burada görsəniz ki, daha. Ayrıq ayrılmaq anlamındadır, amma daha mənasında burada işlənir. Ayrıq sizə rəhmət yoxdur. Amma zəhmət və əzab və işkəncə çoxdur sizə. Mən mədəd qılmazam deyə əbədül abad inab ilə qalələr. Vallahu ələmi bis-səvab və iləhil mərcəi vəl-məab. Kitab beləsi qutardı. Yazanın adını bilmədik, tarixini bilmədik. Yazının üzərindən, cədvəllərin üzərindən, miniatürün üzərindən, miniatürlarda olan rənglərin üzərindən, kağızın durumundan, kitabın durumundan su gəlib, əlbəttə onu nəzərə almadıq. Dedi ki, 1000 ilinə, yəni mində başlanan İslam, Həzrət Məhəmmədin hicrətinə 1000 ildən sonra başlanıb bunun yazmaq ehtimalı var. Yəni ondan sonra yazıla bilər. Ondan önəyə demədi. Amma bilmirəm, mən mütməyin deyiləm. Burada gözəl də deyir. Vallahu a'ləmi bis-səvab və ileyhi mərcəu vəl-məab. İndi bunu əlbəttə axtarıb tapmaq olar. Təbiətən ki, hanki kitabxanalarda qalıbdır, hangi zaman yazılıbdır, fehrislərdə ha zaman giribdir. Bunu ehtimalən tapmaq olar. Məsələn, yaxşı Osmanlı dərbarına yazılsa, o gün ki, bu dərbara verib, ehtimalən bu yazana və onu verənə bir pul veriblər. Bu kitabı orada list eləyiblər. Hangi gün gəldi yazıblar, qonusu nədir, onu yazıblar, kim yazıbdır, onu yazıblar. Ehtimalən Osmanlı arşivlərində bu tapılar, amma Osmanlı arşivlərində bir xiyanət elədilər Atatürk dövrəsində ki, o xiyanət təəssüflə bəlkə bir çox tarix boyu, insanlıq boyu açılmayacaq üstü. O da budur ki, kitabların bir çoxun tökdülər çölə, yəni sənədlərin, arşivlərin bir çoxun tökdülər, atdılar eşiyə. İnsanlar bunları cırırdılar, yandırırdılar, hamamlarda yandırırdılar. Yəni bu yazılıb tarixdə ki, hamamlarda bu kitabları apardı, hamamlarda suyu qızışdırmaq üçün yandırırdılar. Bəqqallar bunları cırırdılar, bu kitabları bundan bir şeyləri xurmaza satırdılar, bükürdülər ona, satırdılar deyək ki. Ya məsələn, bunlardan biz bilirik ki, neçə treli, neçə, indi nə deyim bunu, trelinin vagün, neçə vaqon, farsça vaqon deyirlər, mən də onu işlədim. Trelinin gözləri, onları doldurublar kitablarla, sənədlərlə, arşivlərlə satırmışlar, geçsin su istə ya su etdə karton olsun. Ki, bunu Bolğaristana keçəndə görürlər, bir dana özəlliklə bir profesor görür, bunu oxuyur, görür, bu türkcə sənədlərdir və şaha gedir, getirir ki, qurban, burada bu kağızları aparırlar, siz bunu alın. Əlbəttə soruşur, hara aparırsınız, neçəyə satacaqsınız? Adam deyir, məsələn, mən bunu almışam. Məsələn, Batmanın 2 qırana ya 2 akçiyə satacağım 5 akçiyə. Bu da gedir şaha deyir ki, Bolğaristan şahına deyir ki, qurban, əvəzin ki, bu kitablar orada şey ola, karton ola,
Gəlin siz bunları alın, elə 5 qranı verin, bunları alın. Bunlar bizim tarixi sənədlərimizdir, insanlığın sənədidir. Bunları saxlayaq. Bunların birazını saxlayıblar. Amma Atatürk dövrəsində, Framasonlar dövrəsində, Atatürk özü tək deyil. Mən Atatürk'ü burada müttəhəm tək eləmirəm. Atatürk'dən gələn ittifaqiyyə, o neydi adı, ittifaqiyyə neydi? Onların hamısı Framasonlar və Framasonlar çox güclü gəlirlər. Framasonların hədəfi bu ki, türklük aradan geçsin. İslam dünyasında, müsəlmanlar dünyasında və türk dünyasında birlik, ədəbiyyat birliği, dil birliği, anlayış birliği, yazı birliği, tarix birliği, savaşların birliği, kədərlərin birliği, qüssələrin birliği, açlığın birliği, toxluğun birliği, millətlərin bir-birinin birliği bu aradan geçsin. Bunu aradan getmək üçün də gəldilər, küllən bizim o tarixi sənədlərimizi aradan apardılar. Təəssüflə biz belə bir kitabların, minlər bu cür kitablar. Yəni hesab eləyin ki, bir dana fərz buyurun, bir dana qatar var. Bunun 10 dana ya 20 dana vagonu var. Bu vagonlar doludur Osmanlı dövründə və İslam, Səlcuqludan gələnlər, Qəzənvilərdən gələnlər, ərəblərdən, yəni Məmun Əbbasilər və hətta onlardan qabaq Uməvilər dövründən gələn kitablar, yəni Həzrət Məhəmmədəcən gedən yazılar bu arşivlərdə saxlanırdı. Bu arşivlər nə olub? Birinci Dünya Savaşından sonra xainlərin, Framasonların, özlərin satmışların, satqınların əli ilə bunlar aradan gedibdi. Təəssüflə. Atatürk bunların içində məmurdur. Yəni Atatürk pərdənin önündə görünəndir. Amma Atatürk'ün arxasında olanlar, buna fikirləri verənlər, buna bu işləri gördürənlər, onlar daha mühümmüdürlər. Məmurən onlar görünməzlər. Pərdənin önün biz görürük. Pərdənin arxasında kimlər var, onları görürük. Hər halda bizim tariximizi, bizim təməddünümüzü aradan apardılar və təəssüflə deyək ki, bizim bir 10 milyon kitabımız var idi geçən 1400 ildə, 1300 ildə. Ondan məsələn indi 1 milyon qalır. Bəlkə də az. Mən 10 milyon dedim, bəlkə də çox idi. Yəni diqqət buyurun ki, məsələn 10 vaqon fəqət biz bilirik ki, 10 vaqon ya hər neçə vaqon ki gedirmiş su istə ya su etdə karton olsun, o ələ düşübdür. Bolğaristanda saxlayıblar. İndi siz onun həcmini görün. Yəni orada neçə 100.000 cild klasor deyirik bunları. Kitab var, sənədlər varmış. İndi onun yanında siz görün nə qədər bizim İstanbulun hamamlarında yanıbdır. Nə qədər uşaqlar bunu küçələrdə cırıblar, oynayıblar. Nə qədər yandırıblar, nə qədər sulara tökülübdür. Yəni deyirlər ki, bu umaram bir gün bizim insanlığımızda bu gün olar ki, biri də sərmayədar tapılar, şərəfli, müsəlman, türk qeyrətli, tarix sevən insanlar tapılar. Bu İstanbulun dövrəsində olan dənizin diblərinə səfər etdirməyə imkanlar yaradarlar. İnsanlar gedərlər orada bu kitabları axtararlar. Bəlkə bir neçəsi bunlardan diri tapılar. Yəni canlı ələ gələr. Aradan getməz kamil. Mümkündür, bilmirəm. Yəni ola bilər ki, kamilən aradan getsin, ola bilər ki, məsələn, keçən 100 ildə hələ diri qalsın suyun içində. Yəni bu bir ehtimaldır. Ehtimalı axtarmaq yaxşıdır. Allaha şükür edirəm ki, bu günləri bu iki kitabla tanış olduq. Birincisi Divan-ı Hidayət adında bir kitab idi və bu çox nəfis birinci ki var idi. Ondan daha, yəni Topqapı Sarayında saxlanan Divan-ı Hidayətdən çox nəfis və çox əla yazılmış bir kitab idi. Səhifələri az idi. Bundan tanış olduq. İkincisi Əhval-i Qiyamət adında bir kitab idi ki, içində çoxlu nəyi var idi? Çoxlu miniatürləri vardı qiyamət haqqında. Qiyamətdən öncə və qiyamətdən sonra və qiyamət gedən məsələlər haqqında çoxlu miniatürlər o zamanın düşüncəsi ilə çəkilib və yazılmışdı və çəkilmişdi ki,
Bunları da gördük. Mən umaram inşallah bu 1-2 gündə gələcəkdə əgər fürsət eləsəm, onları yavaş-yavaş bir-bir hərəkətə gətirirəm və hətta lazım olsa onları biraz oxuyam. Hərəsində bir sözcüklər də verəm ağızlarına, orada danışsınlar. Sağ olun, sağ qalın, görüşmək üzərə. Allah imkan verirsə, yaradırsa bir ayrı kitabla, bir ayrı cəlsədə tanışarıq. Sağ olun, sağ qalın.